Hər vaxtınız xeyir olsun əziz tələbələr. Mən Master Alfa Tədris Mərkəzinin məntiq müəllimi Qəmbərova Ədilə. Bugün sizlərə kursumuzda keçirilən ümumi sınaq 3 imtahanının məntiq fənnindən olan sualların izahını təqdim edəcəm. Başlayıram 46-cı sualımızdan. Deyir ki, Məhbubə aldığı balın kilosunu 20 manata satarsa, 150 manat gəlir əldə edər. 15 manata satarsa, 50 manat ziyana düşər. Məhbubə deyir, neçə kilo bal almışdır. Deyir ki, bizim x kilo balımız var. Yəni ki, bunun neçə kiloqram olduğunu bilmirəm. Bizdən də elə bunu soruşur. Mən normalda məsələn deyirəm ki, bunu satıram 5 kiloqramdır, deyək ki, bizim balımız. Mən bunu satıram neçədən? Satıram 50 manatdan. Düzdürmü? 50 manatdan satıramsa əgər kilosunu, ümumi nə qədər gəlir əldə edirəm? 5 vurulsun 50, 250 manat. İndi sən deyir ki, indi bunu başa salmağa çalışın sizə. Bunu deyir 20 manat satarsan, 50 manat gəlir əldə edərsən. Yəni ki, əvvəlki məbləğə 150 manat gəlir əldə edirsən. İndi sən də bu əvvəlki məbləği, yəni 250-ni bərabər götürməlisən nəyə? X vurulsun 20, çıxılsın 150 yazmalısan. Çünki gəlir əldə edirsən. Bu əlavə miqdardır. Əlavə miqdardırsa, sən onu 20 x-dan çıxırsan ki, əvvəlki gəlirə bərabər olsun. Yəni, mən bu tənlik kimi quranda bu formada qurmalıyam. Gəlir əldə edir deyirsə, sən bu 150 gəliri oradan çıxacaqsan ki, sənə əvvəlki dəyəri vermiş olsun. 50 manat ziyana düşür deyirsə, sən onun üzərinə 50 gəlməlisən ki, əvvəlki ədədə bərabər olmuş olsun. İndi bunları sildirəm. Bunlar sadəcə bizim ədəd olaraq görməyimiz üçündür. Deyək ki, x kilo bizim balımız var və bundan da əldə etdiyim məbləğ y manatdır. Yəni, ümumi məbləğ y manatdır. Bilmirəm ki, elə bunu nə qədərə satır. İndi sən deyir, əgər balın deyir kilosunu 20 manata satarsansa, x kilo baldır, 20 manata satıramsa 20 x-dır. Və nə deyir? 150 manat gəlir əldə edər. Sən buradan 150-ni çıxmalısan ki, 150 manat əlavə puldur. Bərabər olsun y-ə, yəni ki, əvvəlki qiymətə. Yox, əgər 15 manata satarsan, yəni x kilonun hər bir kilosunu 15 manat satarsansa nə qədər olacaq? Bu nə qədər manat olur? 15 vurulsun x qədər. Sənə deyir 50 manat ziyana düşərsən. Yəni 50 manat puldan əksik olacaqsa 50 manatı mən üzərinə gəlməliyəm. Ki, əvvəlki miqdarı bərabər olsun y-ə. Və məndən soruşur ki, Məhbubə neçə kilo bal almışdı? Yəni məndən x-i soruşur. X-i soruşursa əgər, bunlar hər ikisi y-ə bərabərdir, düzdürmü? Gətirərəm 20 x-la, çıxılsın 150, bərabərdir nəyə? 15 x üstəgəl 50-yə bərabər götürüb bu tənliyi taparım. X-ları bir tərəfə yıxın. 15 x sol tərəfə keçmiş olsa, 20 x-dan 15 x çıxarıb, onlar 5 x bərabərdir. 150-ni sağ tərəfə atsam, 150-nin üzərinə 50 gəlməliyəm. O da olacaq 200. 5 x 200-ə bərabərdirsə, bu zaman x-i tapmış olsam, 200-ü 5-ə bölməliyəm. O da olacaq 40. Yəni, doğru cavabımız olur D variantı. 47-ci sualda. Deyir, diaqramda bir sinifin şagirdlərinin imtahanda topladıqları ballar verilmişdir. İndi baxın, bu diaqramda bu hissədə ballar yazılıb. Yuxarı hissədə isə şagirdlərin sayları yazılıb. İmtahandan müvəffəqiyyətlə keçmək üçün minimum 60 bal tələb olunarsa, həmin imtahandan keçməyən şagirdlərin orta balını tapın. Yəni, sizə lazımdır 60-dan aşağılar. 60 və 60-dan yuxarı toplayanlar, bax bunlardır. Sizə lazım olan bu hissədir. Yəni, 50-yə qədər olan hissə. İndi sən deyir ki, şagirdlərin orta balını tapın. 10 bal toplayanlar yoxdur, göstərmir. 20 bal toplayanlar 2 nəfərdir. Ona görə mən 2-ni 20-yə vurmalıyam. 2 nəfər 20 daxil. Üzərinə gəlməliyəm nəyi? 30 nəfər, 30 bal toplayanlar da yenə 2 nəfərdirsə, yenə də 2 vurulsun, 30 olmalıdır. Üzərinə gəlməlisən, 40 bal toplayanlar 6 nəfərdir, 40 vurulsun 6-nı. Aha. Üzərinə gəlməliyəm, 50 bal toplayanlar da 6 nəfərdirsə, 6 vurulsun 50-ni. Və bunları bölməliyəm şagirdlərin sayına. Şagirdlərin sayı nə qədərdir? 2 nəfər burada, 2 burada, 6 burada, 6 burada. Ümumilikdə olur 16 nəfər. Yəni, sən bunu 16-ya bölməlisən. İndi gəlib bunu hesablasan, 2 vur 20, 40-dır. Üzərinə gəlməliyəm 60-ı. Üzərinə gəlməliyəm 6 vur 40, 240-ı. Üzərinə də gəlməliyəm 6 vur 50, 300-ü. Yəni 40 üstəyə 60, 100-dür. Üzərinə 240-ı gəlsən, 340, üzərinə də 300-ü gəlsən, olacaq 640. Və bölməlisən bunu 16-ya.
640-ı da 16-ya bölmüş olsam, o da olar 40. Yəni doğru cavabın olur C variantı. 48-ci sualda. Verilən sözlər arasında məntiqi əlaqəyə əsasən analoji variantı seçin, sözlərin arıcılığı nəzərə alınmalıdır. Bu sözlərə baxsan, analogiyadır. Görürəm Milan, İtaliya, Avropa. Bu sözlər xüsusidən ümumiyə doğru düzülüb. Yəni Milan İtaliyanın şəhəridir, İtaliyanın daxilindədir. İtaliya da Avropa şəhəridir. Yəni Avropanın daxilindədir. İndi mən də baxmalıyam ki, hansı variant olar. D variantına baxsam, mebel otağın daxilindədir. Otaq da nədir? Evin daxilində olur da, düzdürmü? Yəni xüsusidən ümumiyə doğru düzülüb. D variantı sənin doğru cavabın olmuş olur. Növbəti, gəlib baxsam 49-cu suala. Fiqur arıcılıqlarıdır. Yəni bu formada oxlar əgər verilibsə 1-dən 2, 2-dən 3-ü, 3-dən 4 alıbsa, artıq başa düşürəm ki, bu fiqur arıcılığıdır. Fiqur arıcılıqlarında da hər bir fiqurun hərəkətini ayrı şəkildə izləməliyəm. Məsələn, baxıram, bu sual işarələri bizə lazımdır. Ağ dairəyə baxmış olsam, görürəm ki, ağ dairə öz vəziyyətini dəyişməyib, hər birində olduğu yerdə qalıb. Sonrasında baxmış olsam, məsələn, qara üçbucağın vəziyyətinə. Bunun hərəkətini izləsəm, qara üçbucaq buradadır, bir addım aşağı gəlib, ikinci xanadadır, bir addım yenə aşağı gəlib, 3-dədir, bir addım aşağı gəlməlidir, gəlib düşməlidir 3-cü xanaya. Yəni bizim ikinci sual işarəmiz olmalıdır nə? Qara üçbucaq. Y getdi, B getdi, A getdi. Bizə lazımdır, baxın bu birinci sual işarəsi. İndi ona da baxmış olsam, görürəm ki, bu sütunda, baxın sual işarəsinin olduğu sütunda kvadratı görürəm. Kvadrat buradadır. İkinciyə keçəndə gəlib bura düşüb. Yəni bir addım yuxarı doğru hərəkət edir. Sonra gəlib burada və bir növbəti də gəlib dayanmalıdır. Yəni yuxarı çıxırsa, burada dayanmalıdır. Yəni sənin cavabın olacaq A kvadratla qara üçbucaq C variantı. Digərlərinin vəziyyətini də izləyə bilərsən. Məsələn, A üçbucağımız bizdə sağ küncdədir. Sola doğru hərəkət edir, gəlib bura düşür. Bir addım da yenə sola doğru buradadır. Bir addım da sola doğru hərəkət edib, gəlib baxın burada düşməlidir. Yəni doğru cavabımız olur C variantı. Sonrasında gəlib baxıram 50-ci suala. Yenə də analogiyadır. Analogiyada əsasən diqqət yetirəcəyimiz hissə sözlərin arıcılığıdır. Sözlərin arıcılığına baxmalıyam. Onkoloq həkim yazılır. Onkoloq həkimin bir növüdür. Həkimin bir növüdürsə, yəni bu hissədə xüsusi bir söz yazılıb. Burada isə ümumidir. Ümumi. Yəni biz də elə bir arıcılıq axtarmalıyıq. Variantlara baxsam, heyvan bakteriya deyil. A variantı getdi. Şair müğənni deyil. Yəni şair müğənninin bir növü deyil. B getdi. Aktyor jurnalistin bir növü deyil. D getdi. Meyvə armudun bir növü deyil. Y getdi. Əgər burada arıcılıq fərqli olsaydı, armud sol tərəfdə, meyvə sağ tərəfdə verilsəydi, bu zaman düz olardı. Amma sırf arıcılığa görə, arıcılığı da biz nəzərə almalıyıq. Baxın, burada yazılıb. Yazılmasa belə yenə də nəzərə almalıyıq. Ona görə də Y variantı səhv olmuş olur. Benzin isə yanacağın bir növüdür. C variantı doğru cavabımız olur. Baxıram 51-ci sualı. Yenə də analogiyadır. Burada isə yazılıb nə? Kulturologiya, mədəniyyət. Bizdən də soruşur. Histologiya bəs nədir? Kulturologiya elmdir. Mədəniyyəti öyrənən elmdir. Histologiya isə hüceyrəni öyrənən elmdir. A variantı doğru cavab. 52-ci suala baxıram. Baxmış olsam, görürəm ki, birinci şəkildən gəlib alıb nəyi? İkincini. Baxın, belə bir fiqurdur. Niyə məhz bu fiquru gətirib yazıb? Çünki gəlib baxmış olsa, 3 dənə fiqur var burada. Kvadrat, dairə və üçbucaq. Kvadrat, üçbucaq dairənin üçünün də kəsişmə hissəsini götürüb, ortaqlarını. Baxın, bu hissəni götürüb. İndi mən də bu şəkildən ortaq nədirsə, yəni ki, bu 3 dənə fiqurun, kvadratın, üçbucağın, daha doğrusu 5 bucaqlıdır, 5 bucaqlının, üçbucağın və dairənin kəsişmə hissəsi hansıdırsa, üçünün də birləşmə hissəsi, gətirib onu yazmalıyam. Ona da baxmış olsam, bu fiqurumuzda baxın belədir. Burası düzdür, burada düz olur. Baxın bu formada. Ona da baxsam, B variantına oxşur, düzdür. B variantı bizim doğru cavabımız olur. Gəlib baxıram 53-cü sualımıza. K, L, M sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. Əvəzinə deyir, sual əvəzinə uyğun olan variantı seçin. Yəni K, L, M-in hasilini bizdən soruşur. İndi baxmış olsam nəyə? Görürəm ki, baxın,
El K2-ni cəmləmişəm. Bura nə yazmışam? 9 yazmışam. İndi fikirləşirəm ki, el K üzərinə 2 gəlmişəm 9 almışamsa, ya el ilə K-nın cəmi 7-dir ki, mən 7-nin üzərinə 2 gəlmişəm 9 almışam və yaxud da bunların cəmi 17-dir ki, 17-nin üzərinə 2 gəlmişəm 19. 9 yazıb bir yadda saxlamışam, düzdür? İndi baxıram 7 mi olacaq yoxsa 17 mi? Burada 7 ola bilməz. Səbəb nədir? Çünki mən gəlib burada birinci üstünə baxsam, K-nın el cəminə 7 desəm, 7-nin üzərinə lap bir yadda sol tərəfdən qalmış olsa belə 8 olur. 8-in üzərinə mən nə gəlim ki, burada 18 alım? M-ə gətirib 10 yaza bilmərəm axı. Olmaz. Yəni, sırf burada 2 rəqəmini almaqdan ötürü K-nın el cəminə sən 7 deyə bilmərsin. Düzgün olmaz. K-nın el cəminə deyəcəksən ilə 17. 17 deyəcəksənsə əgər və üzərinə də M-i gəlib 18 almışsansa, M də neçə olur? 1 olur. İndi həqiqətən də gəlib ikinci üstünə baxsaq necə olur? K-nın el cəmi dedik ki 17-dir. 17-nin üzərinə 2 gəldim 19. 9 yazdıq 1 yadda. 4 üstə gəl 3 7-dir. Üzərinə 1-i gəlsəm 8 və üzərinə də həmin bu 1 yaddanı gəlsəm olacaq nə? 9. Və K-nın el cəmi yenə 17-dir. 17-nin üzərinə 1 gəlirəm, 18 alıram. Problem yoxdur. Yəni K-nın el cəmi bizdə nədir? 17-dir. Yəni 1-i 8-dirsə, 1 olacaq 9. Ya K 8-dir, el 9-dur və yaxud da K 9 olar, eldəki 8 olar. Onu da gətirib baxın, ikinci ifadədən tapa bilərik. M-lərimiz deməli nədir? 1-dir. Və burada çıxma işarəsi var. Sən 1-dən eli çıxıb 3 almışsansa, nə ola bilər burada? 1-dən sən təbii ki, nəyisə çıxanda 3 ala bilməzsən, deyə bilərsən ki, bu 11-dir. 11-dən də sən 8-i çıxsan, 3 alarsan. Sonrasında, əgər elimiz 8 isə, K-mız deməli 9-dur. İndi gəlin bura baxın. Və mən 9-dan 1 onluq almışam deyə, burada bir vahid azalıb 8 qalıb. 8-dən də 1 çıxanda nə alıram? 7 alıram. Yəni, artıq bildim ki, K-mız 9-dur, elimiz 8-dir, M-miz də ki 1-dir. 9 vur 8 vurulsun 1, bu da olacaq 72, yəni doğru cavabımız A variantı olmuş olur. Sonrasında gəlib baxıram 54-cü sualımıza. Deyir ki, sahələri fərqli 2 otağın döşəmələri kvadrat şəklindədir. Bu otaqlar eyni ölçüdə kvadrat formasında kafel ilə döşənmişdir. Böyük otağın bir kənarındakı kafel sayıdır. Kiçik otağın uyğun kənarındakı kafel sayından 3 vahid çoxdur. Deməli, kvadrat şəkilli döşəmələrdir. Biri böyükdür, biri isə kiçikdir. Və bizə deyir ki, kvadrat formasındadırsa bunun eni də uzunluğu da bir-birinə bərabər olmuş olacaq. Və mənə nə deyir? Böyük otağın bir kənarındakı kafel sayı, məsələn deyək ki, uzunluğundakı kafel sayı, kiçik otağın uyğun kənarındakı kafel sayından 3 vahid çoxdur. Yəni deyək ki, kiçik otaqda sırayla uzunluğa, yəni x dənə əgər kafeli varsa, böyük otaqda nə qədər olacaq? X üstəgəl 3 qədər. Və indi bizə nə deyir? Cəmi 45 kafeldən istifadə olunduğuna görə böyük otağın döşəməsində nə qədər kafel istifadə olunmuşdur? Məsələn, buranı mən x götürmüşəmsə, əgər kvadrat şəkilli formadadır axı, deməli, bunun eni də x olacaq. Uzunluğunu böyük otağın x üstəgəl 3 götürmüşəmsə, bunun eni də x üstəgəl 3 olacaq. Hər birinin sahəsini tapmış olsam, sahəsini tapmalıyam ki, görüm nə qədər kafel döşəmişəm. Ümumilikdə hər ikisində 45 dənədir. Tək-tək hesablasam, kiçik otaqda x vurulsun x, x-in kvadratı qədər kafel istifadə olunub. Böyük otaqda isə x üstəgəl 3 ilə x üstəgəl 3-ün hasilləri vurulsun x üstəgəl 3 bərabərdir. X vurulsun x, x-in kvadratıdır. Üzərinə gəlməliyəm. X vurulsun 3, 3x. Sonrasında 3x-a vursam yenə 3x üstəgəl 9 bərabərdir. X kvadratı üstəgəl 6x üstəgəl 9-a. Yəni, bunun da sahəsi oldu. X kvadratı üstəgəl 6x üstəgəl 9. Yəni, ümumilikdə bu 2 dənə döşəməyə sən 45 dənə kafel istifadə etmirsən. İndi bunları hesablasam, hər ikisini cəmləyirəm. X kvadratı üstəgəl 6x üstəgələk 9 üstəgələk x kvadratı bərabərdir 45-ə. İndi bunları sadələşdirim. X kvadratı ilə x kvadratını cəmləsəm 2x kvadratı üstəgələk 6x. 9-u sağ tərəfə keçirsəm, 45-dən 9 çıxmalıyım 36-dır. Hər iki tərəfi 2-yə bölək, x kvadratı üstəgəl 3x bərabərdir nəyə? 18-ə.
İndi mən x-in yerinə nə yazmalıyam ki, x kvadratı üstəlik 3x 18-ə bərabər olsun. X də bərabər olar 3-ə. Ki mən x-in yerinə 3 yazsam, 3-ün kvadratı 9, üzərinə də gəlirəm 3 vurulsun 3-ü, yəni 9-u dolur 18. Mən artıq başa düşdüm ki, x-ımız nə imiş? 3 imiş. Digər böyük otağımız da olacaq. 3 üstəlik 3, 6, tərəfləri 6. Bizdən nəyi soruşur? Böyük otağın döşəməsindən nə qədər kafir istifadə olunub? 6 vurulsun 6, 36 qədər. Yəni, doğru cavabımız olacaq A variantı. Sonrasında gəlib baxıram növbəti sualımız olan 55-ci sualımıza. 55-ci sualımıza baxsam, deyir, verilmiş açılışa uyğun kubu seçin. İndi baxmış olsam nəyə? Ümumiyyətlə, belə deyim, A variantına baxsam, A variantında. Görürəm ki, bu qara düzbucaqlının sağ tərəfinə yuxarıdan nə birləşib? Belə bir düzbucaqlı birləşib, qara düzbucaqlı birləşib. İndi mən də baxıram. Məsələn, fikirləşirəm ki, bu ola bilərmi? Bu ola bilməz. Çünki bunun sağında belə bir qara düzbucaqlı yoxdur. Yəni ki, bu üz deyil. Sonrasında baxmış olsan, heç B variantı da həmçinin, daha doğrusu ikinci üzümüzlə yenə də buna istiqamətlənən formada deyil. Yəni, bu formada gəlib düşmür. Və yoxud da, məsələn, bunu lap çevirmiş olsaq, çevirsək, gəlib belə düşür. Məsələn, artıq bunun sağında belə bir hissə yoxdur da. Və yoxud da bir dənə də çevirsən, gəlib belə düşəcək. Bunun da yenə sağ tərəfində buna perpendikulyar vəziyyətdə birləşmiş bir üz yoxdur. Bir dənə də çevir. Gəlib belə düşəcək. Yəni, yenə də onun sağ tərəfinə birləşmiş bir figurumuz yoxdur bizim. Ona görə də A variantı səhv olacaq. A variantı getdi. Sonrasında baxmış olsaq B variantına. B variantı düz olacaq. Elə düppədüz baxan kimi görürəm ki, baxın, bu ön üzümüz var. Bu ön üz buradadır. Və onun sağında qara düzbucaqlı birləşən hissə buradadır. Və onun yuxarısında nə var? Qara nöqtə var. Onun yuxarısında da həqiqətən qara nöqtə var. Yəni, B variantı sənin doğru cavabın olmuş olur. Növbəti, gəlib baxıram 56-cı sualımıza. Deyir ki, sual işarəsinin əvəzinə uyğun olan variantı tapın. Baxın, 2 dənə sual işarəsi var burada. Yəni, burada çatışmayan hissələrdir. Çatışmayan hissələri bərpa etdikdən sonra belə bir düzbucaqlı alınır. Yəni, bizdən soruşur ki, o hissələrdə nə gəlməlisən ki, üzərinə düzbucaqlı ala biləsən. Onları da məsələn, gəl lap tamamlayaq. Tamamlasam, təxminən sol tərəfində belə bir şey, sağ tərəfində də belə bir hissə olmalıdır. İndi məsələn, baxıram 1-ə, 2-yə, 3-ə və 4-ə. Məsələn, 2-yə baxsam, 2 ola bilməz. Səbəb nədir? Çünki baxın, bu çıxıntılar var. Bu çıxıntılar çox uzundur. Yəni, burada təsəvvür edin, bunlar daha kiçikdir. Bunlar isə daha böyükdür. Yəni, bu puzzle kimi gəlib bura yerləşə bilməz. Ona görə 2 olan variantları mən çıxıram. 2 olan variantları çıxdım. Sonrasında, həmçinin sən 3-ə də baxsan, 3-də də bu çıxıntılar çox böyükdür. Yəni, gəlib bura yerləşə bilməzlər. 3 də getdi. Amma 1 ilə 4 doğru cavabınız olmuş olacaq. Məsələn, 1-i gətirəcəksən, buraya yazacaqsan, burada 1-dir. Burada da bu 4-ü də gətirərsən, oraya yazarsan. Sağ tərəfə yazsan, düzbucaqlı formasında şəkli almış olarsan. Ona görə də doğru cavabımız 1 ilə 4 olur C variantı. Əsasən puzzle kimi baxmaq lazımdır. Yəni, bunun çıxıntı olan hissəsinə bunlar yerləşə bilirlərmi, yoxsa yox? Uyğundularmı, yoxsa yox? Uyğun deyirlər. Ona görə 2 ilə 3'ü biz çıxmış olduq. 1 ilə 4 isə uyğunlar. Ona görə doğru cavab olur C. 57-ci sualımız anaqramdır. Anaqramdan biz sözləri düzəltməliyik. Sonrasında isə 4 variant bir-birinə məna cəhətdən uyğun olur. Bir dənəsi isə digərlərindən fərqli olmuş olur. İndi baxmış olsam, A variantı vicdandır. B variantı qeyrətdir. C variantı ləyaqətdir. D variantı maygülüdür. Y variantı isə namusdur. D
Deməli, vicdan, qeyrət, ləyaqət, namus bunlar yəni şəxsi keyfiyyətlərdir, bir-birinə oxşardır, amma Maygülü isə digərlərindən mənaca fərqli olan sözümüz olur. Ona görə doğru cavabımız D variantı. 58-ci sualımız qeyri-aşkardır. Qeyri-aşkar bizə deyir ki, 12 və 24 üzərində elə bir əməliyyat apar ki, ondan 18 ala biləsən. Və həmin qaydanı digərlərini tətbiq edəndə, yəni ikinciyə, üçüncüyə tətbiq edəndə də yenə də bərabərliyin sağındakı ədədi ala biləsən. Və hamısında artıq ödəyirsə, gəlib 4-cüyə tətbiq edib sual işarəsini tapa bilərsən. 12 ilə 24-dən necə 18 alıb? 12 ilə 24-ü cəmləmişəm, 36-dır. Və 2-yə bölmüşəm, olub 18. 3 ilə 81-ə baxıram. 3 ilə 81-in cəmi 84-dür. 2-yə bölsəm 42-dir. 19 ilə 11-in cəmi 19 deyil, 11, 30-dur. 2-yə bölsəm olur 15. Yəni, üçündə də bu qayda ödəndir. Yəni, operatorun solunu və sağını cəmləyirəm, 2-yə bölürəm, bərabərliyin sağındakını alıram. Və bizdən soruşur sual işarəsini. Yəni, mən 29 ilə sual işarəsini cəmləyib 2-yə bölüb 20 almalıyamsa, indi gəlib bunu tapsam, 29 üstəyə sual işarəsi bərabərdir nəyə? 2 vurulsun 20, yəni 40-a. Sual işarəsini buradan taparam ki, nədir? 40-dan 29-u çıxıblar. Olub nə? 11. Yəni, sənin doğru cavabın olur C variantı. 59-cu sualda. Sizə verilən 5 variantdan 4-ü arasında məntiqi əlaqə var. Bu məntiqi əlaqəyə uyğun olmayan artıq variantı tapın. Deməli, baxıram variantı. A variantında at suvari. Suvari atı idarə edən şəxsdir. B variantında avtobus sürücü. Sürücü də avtobusu idarə edən şəxsdir. Aha. Gəmini də kapitan idarə edir, düzdür. Qatarı da maşinist idarə edir, amma faytonu sərnişin idarə etmir. Ona görə D variantı fərqlidir. Digərlərində nəqliyyat vasitəsidir deyək ki, onları idarə edən şəxslər yazılır, amma faytonda isə onu idarə edən şəxs yazılır. Sərnişin onu idarə etmir. D variantı ona görə fərqli olur. Sonrasında gəlib baxıram 60-cı suala. 60-cı suala baxsam, deyir, verilən variantlardan 4 arasında müəyyən məntiqi əlaqə vardır. Bu məntiqi əlaqəyə uyğun olmayan hansı variantdır? A variantına baxıram, görürəm, burada belə bir xətt verilib. Fikirləşirəm ki, yuxarıdakı aşağıdakı bir-birinin nə idi? Güzgü əksləridir. Həmçinin C-yə də baxsam, yuxarıdakı aşağıdakı bir-birinin güzgü əksləridir. Elə bir üfüqi güzgü əksi vermişik, yuxarıdakından aşağıdakını almışıq. D variantı da həmçinin bir-birinin güzgü əksləridir. Y variantı da həmçinin bir-birinin güzgü əksidir. Amma sən B variantına gəlib baxsan, B variantı yuxarıdakının aşağıdakı güzgü əksi deyil. O qara hissə əslində bizdə sağ tərəfdə olmalıdır. Ona görə B variantı fərqli cavabdır. Sonrasında baxıram 61-ə. 61 də yəni analogiyadır. Ətir aromaterapiya. Ətirlərlə müalicə aromaterapiyadır. Ümumiyyətlə, terapiya ilə bitənlər sonları. Bunlar müalicə növləridir. Ətirlərlə müalicə, aromaterapiya. Bizdən soruşur, bəs dərmanın qarşısında nə olar? Yəni, dərmanlarla müalicədə nə olar bilər? O da olacaq farmakoterapiya. Farmakoterapiya doğru cavab A variantı. Əsasən nələr soruşulur? Dərmanlarla müalicə farmakoterapiyadır. Bitkilərlə müalicə fitoterapiyadır. Fitoterapiya, baxın B variantında yazılan. Daşlarla müalicə var. O da Stone terapiyadır. Stone terapiya. Əsasən bu dördür. Ətirlərlə müalicə aromaterapiya, dərmanlarla müalicə farmakoterapiya, bitkilərlə müalicə fitoterapiya, daşlarla müalicə isə Stone terapiya. Belə. Gəlib baxıram 62-ci sualımıza. 62-ci sualda fərqli fiqurlar görürəm. Fiqurları cəmləyib, bərabərliyin sağında da başqa fiqurların cəmləri var. Əgər fərqli fiqurlar mən görürəmsə, bu zaman fiqurların tərəflərinin sayından istifadə edərəm. Baxıram, 5 bucaqlıdır, üzərinə gəlib 5 bucaqını. 6 bucaqlıdır, üzərinə gəlib 4 bucaqını. İndi sol tərəfə baxsam bərabərliyin soluna. Görürəm ki, bunların cəmi də 10-dur. Sağ tərəfdəkinin də cəmi 10-dur. Demək ki, sol tərəflə sağ tərəfin fiqurların tərəflərinin sayının cəmi bir-birinə bərabər olmalıdır. Sol tərəfə baxıram, 4 ilə 5-in cəmi 9-dur. Sağ tərəfə baxıram, 6 ilə 3-ün cəmi, bu da 9-dur. Sol tərəfə baxsam, 4, 4-ün cəmi 12-dir. Yəni, buraya yazsam 4, 4, 4. Cəmi olur 12. Sol tərəfimiz 12-dir. Buraya yazsam 12. Sağ tərəfə baxıram, 6-dır və 6-dır.
Bunun da cəmi nədir? 12 olur. Aha. İndi gəlib baxıram bizdən soruşulan. 3 bucaqdır, 3 bucaqdır, 4 bucaqdır. 3, 3, 4-ün cəmi nədir? 10. Sol tərəf 10-dursa, gərək sağ tərəfdə 10 olsun. Sağ tərəf əgər 10-dursa, indi gəlib baxsam, A variantı ola bilməz, çünki 6 üstə gəl 3-dür burada. O 9-dur, getdi. B variantı da olmaz. 5 ilə 4-ün cəmi, bu da getdi. Sonrasında baxmış olsam C variantına. Burada da yenə 5, bu da 3 bucaqdır da. Yəni bu da 8 olur, getdi. D variantına baxsam 1, 2, 3, 4, 5, 6-dır və üzərinə gəl 4 bucağını. 6 üstə gəl 4-ümüz də olacaq 10. Yəni D variantı problem yoxdur. Y variantında isə 6 üstə gəl 5-dir. Yəni 11-dir. Y variantı səhvdir. Sonrasında gəlib baxıram 63-ə. Ayrıcılığı tamamlayın deyir. Gəlib baxmış olsam 35 ilə 60 arasına baxsam, 35-dən 60-a gəlib çatmışıq. 35 ilə 60 arasında nə qədər fərq var? 25. Yəni 25 üzərinə gəlmişəm. 19-dan 35-ə üzərinə gəlmişəm 16. 10-dan 19-a üzərinə gəlmişəm 9. 6-dan 10-a üzərinə 4 gəlmişəm. 5-dən 6-ya üzərinə gəlmişəm 1. Yəni 1 gəlib, 4 gəlib, 9, 16, 25. Bu ədədlər bizə tanış ədədlərdir. Ardıcıl ədədlərin kvadratlarıdır. 1 1-in kvadratıdır, 2 4-ün 4 2-nin kvadratıdır, 9 3-ün kvadratı, 16 4-ün, 25 5-in kvadratıdır və növbətidə mən artıq bunun 60-ın üzərinə 6-nın kvadratını, yəni 36-nı gəlməliyəm. 60-ın üzərinə 36 gəlmiş olsam, o da olacaq 96. Yəni doğru cavab Y variantı olmuş olur. Sonrasında gəlib baxıram 64-ə. 64-cü suala baxıram. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun variantı seçin. Deməli, 64-cü sualımız fiqur ədəddir. Baxıram, ortada bir ədəd yazılıb 5. Və ortadakı ədəd nədən alınıb? Kənardakı ədədlərdən. Yəni, kənardakı ədədlərdən həmişə ortadakı alınır. Kənarda da görürəm 6 dənə ədəd var. Ağlıma ilk öncə bunları cəmləmək gəlir. Kənarda çoxlu ədədlər görürəmsə, bu zaman ədədləri cəmləyim. 7, 5, 12, üstə gəl 3, 15, üstə gəl 3, 16, üstə gəl 6. Deməli, 12, 15, 18, üstə gəl 6, 24, üstə gəl 1 isə 25-dir. Artıq başa düşürəm ki, buranın kənarın cəmi nədir? 25. Və 25-dən necə 5 alıb? Fikirləşirəm ki, ya kök almışam, ya da ki, 5-ə bölmüşəm. Gəlib indi bir dənə bunu yoxlayım, görüm necə alır. 9 üstə gəl 4-ümüz 13, üstə gəl 3, 16-dır. Üstə gəl 8, 24, üstə gəl 6, 30, üstə gəl 6, 36. Yəni artıq başa düşürəm ki, burada da 36-dırsa, demək ki, nə etmişəm? Mən bunu kök almışam. Yəni kənarı cəmlə, kök al. Və ortada yaz. İndi sənə nə lazımdır? K ilə L-in cəmini. Artıq sən buradan K-nı tapmalısansa, 3, 0-ın cəmi 0, 3-dür. Üzərinə 2 gəl 5, üzərinə 1 gəl 6, 8 və 9. 9-dan mən kök alsam, olacaq 3. Yəni K-mız olur 3. Sonra bizə lazımdır L. Ortada 4 yazıbsa artıq bu 16 olmalıdır kənarlar ki, mən 16-dan kvadrat kök alım və ortaya gətirib 4-ü yazdım. 2 üstə gəl 3, 5-dir. Üzərinə 1 gəlsəm 6-dır. 6-nın üzərinə 5 gəlir. 11-dir. 11-in üzərinə 5 gəlməliyəm ki, 16 olmuş olsun. Deməli, L-imiz də 5-dir. K-mız 3-dür. L-imiz isə 5-dir. 3 ilə 5-in də cəmi bizə verəcək 8-i. Yəni doğru cavabımız olur Y variantı. Növbəti, gəlib baxıram 65-ci sualımıza. Deyir ki, K, N, X, Y və Z binaları haqqında aşağıdakılar məlumdur. Binaların hamısı yan-yanadır. Yan-yanadırsa gətirib yazıram. 1-ci yer, 2, 3, 4 və 5. Düzdür? Bir tərəfdən bunların adlarını yazacağım, binaların adlarını. Ki, hansı adlardır? Buraya yazıram ad. Bir tərəfdən də, baxın, sizə deyir ki, 2 bina 2 mərtəbəli, digərləri isə 3, 4, 5 mərtəbəlidir. Bir tərəfdən də mərtəbələri yazacağım. Buradan da yazım mərtəbə. Aha, cədvəlimizi qurduq. İndi bizə nə deyir? Deyir ki, N və Y yan-yana deyil. N ilə Y yanaşı deyirlər. Aha, K və Z-in bir tərəfi boşdur. K ilə Z-in əgər bir tərəfi boşdursa, artıq başa düşürəm ki, biri 1-də olar, biri 5-də olar və yaxud da Z ilə K-nın yeri dəyişmiş olur. Yəni, biri sondadır, biri əvvəldə. Çünki ortada olsa, hər iki tərəfi dolu olmuş olur. Bir tərəf əgər boşdursa, biri əvvəldə də, biri sonda. Bunu mən yadımda saxlayıram. Ya 1-dir, ya da 5-dir.
X-in mərtəbə sayı Y-dən bir mərtəbə kiçikdir. Aha, bu yadınızda qalsın. X-la Y yanaşıdır və ondan 2 mərtəbə kiçikdir. K-la Y daha doğrusu. K-la Y yanaşıdırlar. Sonra nə deyir? N2 mərtəbəli, X 4 mərtəbəlidir. Bu da elə ki qalsın. Bizə nə deyir? X-in sol tərəfindəki binanın N olduğu məlumdursa, X-dır. X-in solunda da nə var? N var, düzdürmü? N. Aha. İndi bizə deyir ki, soldan 4-cü bina hansıdır? Sənin bildiyin bir şey var ki, K ilə Y yanaşıdırlar. Bilmirəm, K əvvəldir, Y sondadır. Bir də N ilə X var ki, bunlar da yanaşıdırlar. Və sən demişdi ki, N ilə Y yanaşı gəlməsinlər. İndi bunları necə yaza bilərsən? Məsələn, sən deyək ki, K, Y, N və X. Deməli, burada necə yazmalısan? Bir də sən demişdi ki, K ilə Z də ya birincidir, ya da ki, nədir? 5-cidir. Gətirib bunları mən necə yaza bilərəm? Məsələn, deyək ki, K-nı buraya yazsam, Y-i buraya yazsam, K birincidə də axı, Z bu zaman nə olur? 5-də olur. Sən məcbursan ki, N ilə X-i buraya yazasan. Bu zaman düz olmur. Niyə? Y ilə N demişəm, axı, yanaşı ola bilməzlər. Deməli, bu formada ola bilməz. Yəni, sən K-nı birinciyə yaza bilməzsən. Ona görə K-nı gətirib araya yazarsan, 5-ə yazarsan. Y də onun yanında. Aha. K-nı eğer 5 attınsa, Z harda olmalıdır? Z olmalıdır 1-də. Və N ilə X da yanaşı olmalıdırlarsa, yəni N X-in solundadırsa, N-i buraya yaz, X-i buraya yaz. Ayrıcılıq tamamlandı. Ondan sonra gəlib baxmalıyam ki, bunlar neçə mərtəbəlidirlər? N 2 mərtəbəlidir deyir. N-ə gətirib 2-ni yazıram. X da 4 mərtəbəlidir. X da 4 mərtəbəlidir. Bizdə də 2 dənə bina 2 mərtəbə idi. Biri getdisə, bir dənəsi qalır. 4 mərtəbənin də biri getdi. Qaldı bizim 2-miz, 3-ümüz və 5-imiz. İndi mənə deyir ki, K ilə Y yanaşıdır və ondan 2 mərtəbə kiçikdir. Yəni, K Y ilə yanaşıdır və ondan 2 mərtəbə kiçikdir deyirsə, K kiçikdir nədən? Y-dən. Və 2 mərtəbə kiçikdir. Bizdə də 2 mərtəbə ola biləcək 2, 3, 5-dən hansı var? 3 ilə 5 var, düzdürmü? Bir-birindən 2 vahid kiçik olan. Artıq başa düşürəm ki, K 3 mərtəbədir. Y-imiz isə 5 mərtəbəlidir. Bir dənə yerdə 2-miz qaldı. O 2 də gəlir, ara düşür, Z də düşür. Və səndən nəyi soruşur? Soldan 4-cü bina hansıdır və neçə mərtəbəlidir? Soldan 4-cü bina Y-dir və 5 mərtəbəlidir. O da olacaq doğru cavab kimi B variantı. Növbəti, baxıram 66-ya. 66 yenə füqr ədəddir. Bizdən soruşur, sual işarəsinin əvəzinə hansı ədəd olmalıdır? Burada da baxıram rəqəmlərin hasilinə. Baxın, bu ədədlərin hasilinə baxsam, 5 ilə 1-in hasili 5-dir. 2 ilə 5-in hasili 10-dur. 3 5-imizin hasili 15-dir. 2 10-un hasili 20-dir. 1 25-in hasili 25. 5 6-nın hasili 30-dur. 5 7-nin hasili 35-dir. Yəni, baxın, bu ədədlər necə gedirlər? 5, 10, 15, 20, 25, 30, 35. Yəni, hamısı 5 vahid fərqlənərək gedirlər. 35-in də üzərinə 5 gəlsən 40 olur. Yəni, burada da ədədlərin hasili 40 olmalıdırsa, sual işarəsinin yerində 40 yazmalıyam. O da olacaq doğru cavab kimi D variantı. Növbəti. 67-ci sualımız yenə də qeyri-aşkar tipindədir. 3 ilə 4-dən 9, 1, 12 almışam. 2 5-dən 4, 3, 10 almışam. 4 6-dan isə 16, 2, 24 almışam. İndi həmin qaydalara uyğun olaraq 5 və 6-dan mən bir ədəd tapmalıyım. Deməli, birinci yazıb 9. Burada 4 yazıb, burada 16. Səbəb nədir? Birinci ədədin kvadratını gətirib yazıb bura. 9. Birinci ədədlərin kvadratıdır 4-dür. 4-ün kvadratı 16. İndi mən də 5-in kvadratı yazmalıyam bura 25. C variantı getdi, Y getdi, D getdi. Bəs ikincilər nədir? Bura 1 yazıb, bura 3 yazıb, bura 2. Bunlarda 2 ədədin fərqidir. Yəni 4-dən sən 3 çıxmısan, sağdan solu çıxırsan. Yazmısan 1. 5-dən 2-ni çıxarsan, yazmısan 3. 6-dan 4-ü çıxarsan 2-dir. 6-dan 5-i çıxarsan, yazarsan nə? 1. İkinci ədədimiz də 1-dirsə, B-də getdi. Doğru cavabımız A. Amma digərinə də baxsam görüm, 3-cü bəs nə məna ifadə edir? Bura 12 yazıb, bura 10 yazıb, bura 24 yazıb. 3 ilə 4-dən necə 12 alarsan? 3-ü vurarsan 4-ə 12. 2-ni vurarsan 5-ə 10. 6 vurulsun 4, 24'dür. 5 vurulsun 6 isə 30'dur. Yəni 25, 1, 30. Doğru cavabımız olur A variantı.
Növbəti. Gəlib baxıram 68-ci suala. Deyir ki, 5 müxtəlif açar 5 müxtəlif qıfıla uyğundur. Qıfılların üstündəki hərflər onlara uyğun açarların üstündəki rəqəmləri şifrələyib. Eyni hərflər eyni rəqəmləri, müxtəlif hərflər isə müxtəlif rəqəmləri şifrələyib. Açarlardan birinin üstündəki sual işarəsinin yerində hansı ədəd yazılmalıdır? Məsələn, baxın, buradakı sözlərin hər birinin kodları aşağıdadır. Amma bu o demək deyil, uyğundur. Məsələn, yuxarıdakı belədir, yox, xeyr. İndi bunları biz tapmalıyıq ki, hansı-hansına uyğundur. Gəlib baxıram, görürəm ki, bu 3 ilə başlayıb 3 ilə bitib, düzdürmü? Eyni rəqəmlə başlayıb eyni rəqəmlə bitibsə, mən də axtarmalıyam nəyi? Eyni hərflə başlayıb eyni hərflə bitəni. O da nədir? Ara sözüdür ki, A ilə başlayıb A ilə bitir. Artıq başa düşürəm ki, 3, 1, 3 ara sözünün kodudur. Yəni A-nın kodu 3-dür, R-in kodu 1-dir. Hər bir tərəfdə R-lərə 1 yazıram, R-lərə 1, A-ya da nə yazıram? 3 yazıram. A-ya da gətirərəm 3 yazıram. İndi baxmış olsaq nəyə? Baxın, rüb sözü 1 ilə başlayır. 1 ilə başlayan kodumuz var bizdə. 1, 2, 5. Gətirərəm, 1, 2, 5-i buraya yazıram. B-nin də kodunu tapdım ki, nədir? 5-dir. B-yə də hər bir tərəfdə 5-ləri yazıram. İndi baxın, 125 getdi. 513 BR-A-nın kodudur. Bu da getdi. Sonrasında 3-1-3-ümüz vardı burada, getdi. Sonrasında baxıram, 3-1 ilə başlayan 3-1-4 I-nın kodudur. Bu da getdi. Hansı qaldı bizdə bir də, nə? Baxın, deməli, aranın kodu var. Sonrasında 5-1-3-ümüz də var idi. BR-A-nın da kodu var idi. 3-1-4-ümüz də var idi. 1-2-5-imiz rüb də var idi. Olmayan bizdə nədir? 5-3-1. Yəni, bu sual işarəsinin yerində 5-3-1 olmalıymış. Bu da olacaq doğru cavab kimi D variantı. Növbəti. Deyir ki, müstəvi üzərində 2 dairə çəkərək ən çoxu 3 qapalı sahə əldə etmək olar. Baxın, nümunədə də göstərib sizdə ki, 2 dənə dairə çəkib və 3 dənə qapalı sahə almısan. Biri bu hissədir. Yəni, 3 dənə hissə almısan da. İkincisi bu, üçüncüsü isə bu. Yəni, sən deyir ki, müstəvi üzərində 2 düzbucaqlı çəkərək ən çoxu neçə qapalı sahə əldə etmək olar. Düzbucaqlı deyirsə, ola bilər bu kvadrat, ola bilər romb olsun, ola bilər nə bilim düzbucaqlı olsun. Kvadratın, yəni düzbucaqlının formaları. 2 dənə düzbucaqlı çək, ala biləcəyin maksimum qapalı sahəni al. Məsələn, düzbucaqlının birini belə çəkirəm mən. İkinci düzbucaqlını da baxın, bu formada çəksəm, nə qədər qapalı sahə əldə etmiş olaram. Bir ortadakı, 2 bu, 3 bu, 4 bu, 5 bu, 6, 7, 8, bir də 9 bu. Baxın, bu kiçik hissə. Yəni, 9 dənə sən qapalı sahə əldə etmiş olarsan maksimum. Doğru cavab nə olur? D variantı. Yəni, kvadratları elə çəkməlisən ki, üst-üstə. Bu kənarlarda da nəsə qalsın da, kənarlarda belə kəsilsin. Da belə kvadratı üst-üstə gətirib qoyma. Və yaxud da belə gətirib qoyma. Bunu tərsinə gətir qoy ki, bu kənarlarda da bir kəsinti alınsın. Ona görə olacaq 9. Sonrasında 70-ci sual. 70-ci sual fiqurların tamamlanmasıdır. Yəni, sən 1 ilə 2-ni cəmləyirsən, hər hansı bir fiqur alırsan. Bərabərliyin soludur bu. Həmin fiquru bərabərliyin sağında da almalısan və səndən soruşur ki, hansı hissə çatışmır. Yəni, burada hansı hissəni gəlib çəkməlisən ki, bərabərliyin solundakı fiqurun eynisini ala biləsən. Bunları da vaxt itirməmək üçün variantları bir-birindən fərqləndirməyə mən məsləhət görürəm. Yəni, necə? A-la B-nin bir dənə fərqinə baxmış olsaq, görərək fərq nədədir? Məsələn, A-da bu xəttimiz var, amma B-də o xətt yoxdur. O xətt bizdə olmalıdırmı? Baxın, burada yoxdur. Olmalıdır. Çünki əgər bərabərliyin solunda bu xətt varsa, demək ki, bərabərliyin sağında da olacaq. Deməli, sən B variantını çıxarsan, C variantını çıxarsan. Sonra baxırsan, A-la D-nin fərqinə. A-la D-nin fərqi, A-da bu xətt var, amma D-də yoxdur. O xətt sənə lazımdırmı? Lazım deyil. Əgər burada o xəttimiz varsa, daha gəlib A-da da onun çəkməsinə ehtiyac yoxdur. Mənə hansısa çatışmırsa, onlar lazımdır. Ona görə A variantı getdi. D-lə Y-nin fərqinə baxaq. D-də bu xəttimiz var, diagonal. Amma Y-də o xətt yoxdur. O xətt mənə lazımdırmı? Burada diagonal əslində olmalıdır. Niyə? Çünki burada varsa əgər, bərabərliyin sağında da olmalıdır. Olmalısa əgər, Y variantı çıxdı, D variantı sənin doğru cavabın. Növbəti. Baxıram 71-ci sualımıza. 71-ci sualımıza baxmış olsam, deyir qanuna uyğun müəyyən edin və sual əvəzinin işarəsinə uyğun olan variantı tapın. Əgər qırıq-qırıq xəttlər görürəmsə, orada demək ki, qatlamadan istifadə edib.
və qatlayıb, baxın bu formaya gəlib düşüb. Yəni bu ağ hissə sağ tərəfimizdədir bizim. Ağ hissəmiz sağ tərəfdədir. Sən bunu qatlamısan. Qatladıqdan sonra da bu hissə bizə lazım deyil ki. Bu hissəni məsələn silirəm. Və sonrasında qatladıqdan sonra bunu bir dənə sağa doğru çevirmirsən, yəni saat əqrəbin istiqamətində çevirib bu şəkli almısan. Demək ki, nə edirəm? Yenə də mən bunu sağa doğru qatlayıram. Qatladıqdan sonra isə saat əqrəbin istiqamətində fırladacaq. Heç qatlamayaq, gəl bunu kəsə yataq. Çünki simmetriyada hamısı ilə eynidir. Yəni sağ tərəfdə, sol tərəfdə eynidir. Sağ tərəf getdisə, deyək ki, qatladıq da. İndi mən bunu saat əqrəbin istiqamətində sağa doğru fırlatmalıyam. Sağa doğru fırlatmalıyamsa, bu qara bizim sağ tərəfimizə gəlib düşür. Sağ tərəfə gəlib düşəcəksə, o da olacaq doğrucaq kimi A variantı. Çünki B variantı vəziyyəti doğru deyil. Bu belə tərsinə dayanıb baş aşağı formada. Əslində bu belə yuxarıda olmalıdır. Belə olmalıydı. Baxın bu formada. Və sağ tərəfi də qara olmalıydı. Qara. Yəni ona görə mən B-ni, D-ni çıxacaqdım. Sonrasında bir də C variantına, Y variantına baxsanız, ağ tərəf sağdadır. Ona görə C ilə Y deyil. Doğru cavab A qalır. 72-ci sualımızda. Deyir, uyğun variantı seçin. Birləşmələrdir. Deformasiyaya uğrayan şəkildir. Birinci şəkil deformasiyaya uğrayıb, ikinci şəkil formasına gəlib düşüb. Yəni burada sadəcə şəklin forması dəyişir. Daha bağlantılar itmir. Yəni burada 6 5-ə birləşibsə, 5 məsələn 6-ya, 8-ə və 3-ə birləşibsə, həmçinin ikinci şəkildə də eyni bağlantılar olmalıdır. Yəni sadəcə formasını dəyişib. Bunu biz tapmalıyıq ki, 1-in yerində nədir, 2-nin yerində nədir. Bunu necə tapıram? Neçə dənəsinə bağlanıbsa, gətirirəm, onları sayıram. 6 birləşib bizdə 1-inə, 4 birləşib 3-ünə, yəni buradan çıxan xətləri sayıram 3-ünə, 5 birləşib 3-ünə, 8 birləşib yenə 3-ünə, 3 birləşib 2 dənəsinə, 7 birləşib bizdə 2 dənəsinə. Bunu yazdım. Gəlib ikinci şəkli sayıram. Bu 1 dənəsinə birləşib bizdə 3 dənəsinə, birləşib bu 3 dənəsinə, birləşib 2 dənəsinə, birləşib 3-ünə, birləşib 2-sinə. Gətirib bunları yazdım. Başlaya biləcəyimiz hissə var. Fərqli olan hissə nədir? Bir dənəsinə bağlı olan, yəni 6. Gətirib 6-nı buraya yazaram. 6 bizdə hara gedib? 5-ə. Deməli, 1-in yerində 5 olmalıdır. 1-in yerində artıq 5 olmalıdırsa, Y getdi, B getdi, A getdi. Ya D olacaq cavabımız, ya da C olacaq. D variantında 2-nin yerinə 7 yazıb, C variantında isə 2-nin yerinə 3 yazıb. Bizə də lazımdır, baxın, ikili olan. İkili olanlarda bizdə 7 ilə nədir? 3-dür. Aha. İndi gəlib mən bunları tapmalıyam. Tapmalıyamsa, gəlin tapaq. Baxın, burada 5-in getdiyi, 3-lü 8-dir. İkili isə nədir? 3-dür. Burada da 5-in getdiyi, ikili buradır. Demək ki, mən bura 3 yazmalıyam. 3 bura getdisə, yerdə bir dənə ikilimiz qaldı da bizim, düzdürmü? 7. 7 də gəlib bura düşür. Demək ki, nə olmalıdır? 2-nin də yerində 7 olmalıdır. O da olacaq D variantı. Tərəfi 4 metr olan kvadrat. Aha. Tərəfi 4-dür. Aha. Şəkildə göstərildiyi kimi radiusu 2 metr olan dairə formalı xalça sərildi. Radiusu 2 metr deyirsə, radiusda baxın buradan bura qədərdir. Bu da 2 metrdir. Otağın döşəməsində götürülmüş hər hansı bir nöqtənin rənglənmiş hissəyə düşməsi ehtimalını tapın. Ehtimal deyirsə, ümumilikdə. Ehtimal necədir? P hərfi ilə işarə olunur. Əlverişli halların sayının bütün ümumi halların sayının nisbətidir. Ümumi halların sayının nisbəti. Ümumi hal dedikdə, ümumi bu hissə nəzərdə tutulur. Yəni, lövhə də bu nədirsə, döşəmə. Döşəmə nəzərdə tutulur. Yəni, həm dairə, həm də kvadrat. Fərqi yoxdur. Rənglənmiş hissə, rənglənməmiş hissə, ümumi nə şəkil veribsə o. Onun sahəsi nədir bizdə? Kvadrat formasındadırsa, kvadratın da sahəsini necə tapırdıq? A vurulsun B formasında. Yəni, S bərabər olmuş olur. 4 vurulsun 4, yəni 16-ya. Yəni, ümumi hallarımızın sayı 16-dır. Əlverişli hallarımızın sayı isə nə deyir bizdə? Rənglənmiş hissəyə düşmə ehtimalı deyirsə, əlverişli hallarımızın sayı sadəcə bu hissədir. Bu hissənin sən sahəsini tapmalısan. Bəs oranın sahəsini necə taparsan?
Dairənin ümumilikdə sahəsini tapım. Dairənin sahəsi necə olacaq? Dairəmizin sahəsi S bərabərdir pi r kvadratından hesablanır. Pi-ni verir bizə 3. R-imiz də 2-dir, yəni 2-nin kvadratı. 3 vurulsun 4-ümüz 12-dir. Yəni dairənin ümumi sahəsi oldu 12. Mən kvadratın sahəsindən bu dairənin sahəsini çıxacağam. Yerdə qalan hissə də kvadratdan nə qədər qaldı? Sadəcə künclər qaldı 4 dənə. Onu da 4-ə böləcəm. Kvadratın sahəsi 16 idi, dairənin sahəsi isə 12-dir. 16-dan 12-ni çıxaram. 4-dür. Həmin bu 4-ü də 4 hissəyə bölsəm, çünki mənə bunlar lazımdır, kənar lazımdır, bu qara hissə lazımdır. Və bunları 4 dənədir görürəm ki. Bu da 4-ü 4-ə bölürəm. Olur nə qədər? 1. Yəni, bax, buranın sahəsi sən demə 1 imiş. Əlverişli hallarımızda oldu nə? 1. Oldu nə qədər ehtimal? 1 bölünsün 16, yəni 16-da 1. D variantı doğru cavabımız olur. Gəlib baxıram 74-cü sualımıza. Deyir ki, 20-ci əsrdə anadan olan baharın doğulduğu ilin üzərinə 7578 gəldikdə həmin ili göstərən ədədin rəqəmlərinin böyükdən kiçiyə düzülüşündən ibarət ədəd alınır. Bahar anadan olduğu ilin rəqəmlər cəmini tapın. İlk öncə 20-ci əsr hansı illərə əhatə edir? 1901, yəni 1900-lərdədir, 2000-ci illərə əhatə edir. Yəni artıq bilirəm ki, bahar 1900-ci illərdə anadan olub. Bura gətirib yazıram 1900 neçəsə. Ardın bilmirəm. Və bunun üzərinə sən 7578-i gələndə nə alırsan? Həmin bu təvəllüdün ədədlərindir. Kiçikdən böyüyə düzülmüş versiyasını alırsan. Kiçikdən böyüyə əgər düzülmüş versiyasını, rəqəmlərin böyükdən kiçiyə daha doğrusu, düzülmüş versiyasını alırsansa, bu 9-dan yuxarı bizim ədədimiz ola bilər? Yox. Olsa 10 olar, 11 olar. Amma ki, da burada bunun yerinə mən 2 rəqəmlə də yaza bilmərəm axı. Yəni, maksimum bir rəqəmlə ədədimiz 9-dur. Böyükdən kiçiyə deyirsə, artıq başa düşən ki, bu 9 gəlib ara olacaq. Bizim birinci rəqəmimiz olmuş olur. 9 əgər bizim birinci rəqəmimizdirsə, ondan sonrasına necə yaza bilərik? Deməli, bu biri də gətirərəm, hara yazaram? Bir də bizim ən kiçik ədədimizdə düzdürmü? Gəlib fikirləşmiş olsam. Məsələn, deyək ki, birdən kiçik 0 da ola bilər. Deyək ki, bura 0 yazım. Bura 0 yazsam görüm nə baş verir. 0 olması üçün bura gərək 2 olsun. 2 üstəyə 8, 10. 0 yazdım, 1 yadda. Sonrasında bir də gəlib bura olsun da, 0-dan sonrası 1 olan olmalıdır, düzdürmü? Yəni, böyükdən kiçiyə deyirsə, daha 0-la 1 arasında bizdə 1 var, axı, burada 1. O 1-i hara yazmalıyam? Buraya gətirib yazmalıyam. Deməli, 2-nin üzərinə 8 gəldim, 10-dur. 0 yazdım, 1 yadda qalır. 1 yaddan da 7-nin üzərinə gələndə 7 üstəyə 1, 8-dir. 8-in üzərinə gərək 3 gəlim ki, 11 olsun. Düzdürmü? Amma indi məsələn, bura bir dənə boşluq qalıbdır. Bura mən 3 yazım, yoxsa 2-ni yazım. Demək ki, düz alınmadı da, düzdür. Düz alınmadısa, artıq başa düşürəm ki, bu 1 elə bizim ən kiçik ədədimiz idi. Yəni, bu 1-i gətirirəm, ən sona yazıram. Və 8-in üzərinə nə gəlməliyəm ki, 1 olsun? 3-ü gələrəm. 3 üstəyə 8-imiz 11. 1 yazdım, 1 yadda qalır. Aha. Sonrasında baxmış olsam mən nəyəm? Fikirləşirəm ki, 9-un üzərinə 5 gələndə 14 olur. Ya bura 4 olmalıdır, ya da ki, 1 yadda qalıb 5 olmalıdır. Düzdür, ya 4 olacaq, ya da 5 olacaq. Və bu üçü daha sən hara yaza bilərsən? Yəni, məqsədin nədir? Sırf buranın ədədini tapmaqdan ötürü. Bu üçü sən yaza biləcəyin yer sayıca bax buradır. İndi baxıram, bu nöqtənin yerinə bəs nə yazmalıyam? 3-ün üzərinə 8 gəldim, 11. 1 yazdım, 1 yadda. 7-nin üzərinə 1 yaddanı gəlsəm 8-dir. 8-in üzərinə nə gəlməliyəm ki, sonu 3 ilə bitsin? 5 gələrsən. 8-in üzərinə 5 gələrsən ki, 13. 3 yazdım, 1 yadda qalır. İndi baxın, 9 deyər 5-imiz 14-dür. 14-ün üzərinə 1 gələndə həqiqətən də 15 olur. Baxın, 1953-ün rəqəmlərinin böyükdən kiçiyə düzülmüş versiyası həqiqətən də alındı burada. 9-5-3-1 formasında. İndi bizə nə deyir? Bahar anadan olduğu ilin rəqəmlər cəmini tapın. Bahar deməli 1953-cü ildəndir. Və bunun da ədədlərinin, rəqəmlərin cəmini bizdən soruşur. 1, 9, 5, 3-ün cəmi də bizə verəcəyi 18-i. Yəni, doğru cavabımız olur C variantı. Sonrasında gəlib baxıram 75-ci suala. Deyir, müəllim Əli, Elza, Səma, Nailə və Humay adlı 5 şagirdə 5 suallıq bir test tapşırığı verilib.
Şagirdlərin bu 5 sualı verdikləri cavablar aşağıdakı cədvəldə göstərilmişdir. Deməli, baxın, məsələn, Əli birinci suala B deyib, Elza D deyib, Səma A, Nailə D, Humay D. Yəni, bu formada 5 suala verdiyi cavablar hamısı yazılıb. Nailə deyir, 4 suala cavab verdi. 4 suala doğru cavab verib. Aha. Əli bütün suallara səhv cavab verib. Əldə deməli, bütün cavablar səhv olacaq. Bunları deməli, belə yazaq ki, üzərini görsənsin. X. Aha. Bu 5 sualdan hansısa birinə yalnız bir nəfər doğru cavab verib. Yəni ki, 5 nəfərdən hər hansısa biri sadəcə bir suala doğru cavab verib. Bir müəllim şagirdlərə hər doğru cavaba görə 5 bal verirsə, Səma və Humay cəmi neçə bal toplamış olar? İndi gələk baxaq. Baxın, Əli deyir ki, B variantı üzrə səhvdir, düzdürmü? Başqa yer üstündə bir varsa, B varsa, o mən çıxacaqdım. Sonrasında baxmış olsam nəyə? Baxın, məsələn, 5-ci suala Əli A deyib və Əlinin cavabı səhvdir, axı A səhvdirsə, demək ki, Səma da səhv cavab verib, Nailə də səhv cavab verib, Humay da səhv cavab verib. Və Nailə 4 dənə suala doğru cavab veribsə, artıq başa düşürəm ki, 1-ci sual, 2-ci sual, 3-cü və 4-cü suallarında bunun problemi yoxdur. Düzdür. Sonrasında, indi digərlərini mən hesablamalıyam. Baxın, məsələn, Səmanın Humayı hesablamalıyam. Gəlin bunları hesablayıyorum. Səma deməli 1-ci suala səhv cavab verib, çünki cavab D-dir. 2-ci suala səhv cavab verib, çünki cavab B-dir. Nailədə nədirsə, onlar olmalıdır. Səma 3-cü suala düz cavab verib, C düzdür. 4-cü sualda bu adam səhv cavab verib. Yəni, Səma sadəcə bir suala cavab verib. Deməli, bunun əgər balını hesablamış olsam, hər doğru suala görə 5 bal verirsə, Səmanın 5 balı var. Səmanın 5 balı. Sonrasında Humay lazımdır. Mənə Humayın da gəl cavablarını yoxlayaq. Deməli, 1-ci suala Humay düz cavab verib, çünki D-dir. 2-ci suala səhv cavab verib, C səhvdir. 3-cü suala düz cavab verib, C düzdür. 4-cü suala düz cavab verib, D düzdür. Yəni, bu adam da 3 dənə suala cavab veribsə, doğru cavab veribsə, sən nə edərsən? 3-ü vurarsan 5-ə, deyərsən ki, nədir? 15-dir. Humay deməli 15 suala cavab, 15 balı var. Səmanın da 5 balı var. Cəmi deyir, neçə bal toplamış olarlar? 5 ilə 15-in də cəmi olacaq 20. C variantı doğru. Gəlib baxıram 76-cı sualımıza. 76-cı sualdakı işarələri mən hərflərlə işarə etsəm, A, B, bu da olsun B, bu da olsun B. Deməli, A-dır, B-dir, B-dir, B-dir. Bərabərdir nəyə? Bu ulduzlarımız B olsun. Bunlar A-dır, A-dır. Bizdən də burada A-nı soruşur. Sonrasında bu olsun C. Bu da olsun D. Bu bərabərdir C-D-yə. C-miz bərabərdir B-B-yə. D-miz də bərabərdir A-A-yə. Deməli, gəlib bunu həll etmiş olsam, necə həll edirəm? D-ni yerinə gətirərəm, burada 2 dənə A yazaram. C-nin də yerinə gətirərəm, burada 2 dənə B yazaram. İxtisarlarımı aparmış olsam hər iki tərəfdən, bərabərliyin solundan da, bərabərliyin sağından da eyni simvolları islah etsəm, problem olmaz. 2 dənə B buradan getdi, 2 dənə B buradan getdi. A-nın biri buradan getdi, A-nın biri isə buradan getdi. Yəni, nə oldu? B, A-ya bərabər. B-ni mən bu 8 güşəli ulduzdur. A-mız da nə idi bizdə? A-dakı, baxın, belə bir üçbucaq formasını, yəni ki, budur. Düzdür. İndi mən buna baxmalıyam. Bunlar bir-birinə bərabərdirlər. Baxın, buradakı kvadratın əvəzinə gətirib sən 8 güşəli ulduzu yazsan, 8 güşəli ulduzu yazsan, bunu da olduğu kimi saxlasan, indi variantlara baxarsan, görərsən ki, bu variant sənin cavabında yoxdur. Amma gəlib sən bu ulduzu əvəz etsən, neyinə? Bax, bu üçbucaq formasında olan fiquruna. Bunun əvəzinə üçbucaq formasında fiquru yazsan, o dəqiqə cavabın nə çıxır? A variantı çıxır. Çünki bunlar bir-birinə bərabərdir axı. Gördün, əgər cavab çıxmırsa, bu zaman əvəz etmə prosesini yerinə yetirməliyik. O zaman cavab çıxacaq. Yəni, doğru cavabımız olur A variantı. 77-ci sualımızda kubun yığılış formasını verir və yenə də bizdən yığılış formasını soruşur və deyir ki, kubun alt üzü də fərqlidir. İndi mən baxmalıyam. Kubun əgər bir formada yığılış formasını veribsə, orada sadəcə 300-ə baxmalıyıq ki, 300-ün birləşmə vəziyyətinə ki, necə birləşiblər. Yəni, burada nöqtə əgər plüsə və üçbucağa birləşibsə, həmçinin bizdə də nöqtə üçbucağa və plüsə birləşməlidir. İndi baxıram, A variantı səhvdir. Niyə? Çünki plüsdən və bu üçbucaq hissəsindən nöqtə uzaq məsafədədir. A variantı getdi. D variantı da səhvdir. Niyə? Nöqtə plüsə birləşib düzdür, amma üçbucağa da burada birləşməli idi. D də getdi. B-yə baxsan,
Bax, nöqtə yenə plusa birləşib, amma burasında 3 bucaqda olmalıdır axı. Y variantı da səhvdir. C variantında da səhvdir. Niyə? Nöqtə çünki bu 3 bucaqdan uzaq məsafədədir. Əslində bu nöqtə gəlib bura düşməli idi. C variantı da getdi. B variantı bizim doğru cavabımız olur. Sonrasında gəlib baxıram 78-ci suala. Anaqramdır. Yenə də sözləri düzəltməliyəm. 4-ü oxşardır. Bir dənəsi isə fərqlidir. A variantı aqronom. B variantı jurnalistdir. Sonra C variantı mexanikdir. D variantı xoreoqrafdır. Y isə monoloqdur. Deməli, A variantı C, B, D variantı insanlar, şəxslərdir. Monoloq isə yox. Y variantı fərqli sözümüz olur. Sonra 79-da qatlanmış vərəqi soruşur bizdən. Xəyali kəsikdir və bu vərəqi qatlayıb. Birinci qatlayıb kənarları üçbucaq formasında mərkəzə doğru. Və qatladıqdan sonra da yuxarını aşağıya doğru qatlayıb. Və burada müəyyən bir kəsiklər yaradıb. Müəyyən kəsiklər yaradandan sonra indi deyir ki, bu vərəqi aç və hansı vəziyyətə düşər? İlk öncə mən bunu açsam, bu rom tamamlanır. Baxın, bu dairə aşağıda varsa, yuxarı da gəlib düşür. Sonrasında baxmış olsam, məsələn, baxın, burada romdur, burada da dairədir. Yəni, sən bunu kənara doğru açmalısan axı. Diaqonal üzrə qatlanıbsa əgər, bunlar açılanda öz qonşularına düşür. Yəni, məsələn, bu rom var, üçbucaq. Bu öz qonşusuna gəlib düşür. Da qarşısına yox, öz yanına, qonşusuna, bura gəlib düşür. Bu dairə də gəlib bura düşür, öz qonşusuna. Bax, bura. Yəni, yuxarı hissəsində dairə olacaq, sağında isə üçbucaq olacaq. Məsələn, A variantı səhvdir, burada üçbucaq yoxdur. D variantı səhvdir, burada üçbucaq yoxdur. Sonrasında gəlib baxmış olsaq nəyə? Baxıram, B variantının səhv olur. Niyə? Ortada çünki romb olmalıydı burada. B variantı da getdi. Qalır bizim C variantımızla Y variantımız. C ilə Y-nin fərqi nədədir? Baxın, bu dairələrdə. O dairə əslində bizdə yuxarıda olmalıdır. Yəni, burada varsa, əgər bu dairə yuxarı gəldi, çıxdı. Burada var. Burada varsa, gəlib burada düşməlidir. Burada düşməlidirsə, C variantı bizim doğru cavabımız olur. Növbəti baxıram 80-ci sualımıza. 80-ci sual fiqur ayrıcılığıdır. Baxıram, məsələn, ən birinci növbədə xətlərin sayına. Bax, burada üfüqi xətlər 3 dənədir. Sonra 2 dənədir, 1 dənədir. 3 dənədir, növbəti bizdə olmalıdır 2 dənə. 2 dənə olmalıdırsa artıq B variantı, D variantı getdi. Y variantına təxminən 3 oxşuyur, belə çox sıx görsənir, amma elə ki qalsın. Şaqlı xətlərə baxsam, 2 dənədir, 3 dənədir, 2, 3, növbəti olmalıdır 2. 2 xətt olmalıdırsa Y variantı getdi, çünki burada 3 dənədir. Növbəti mən artıq baxmalıyam nəyə? A ilə C-nin fərqinə baxsam, A-da yuxarıda ağ-qara var, C-də isə qaradır. Buna da fiqurlara mən bir dənədən bir baxmış olsam, yəni necə? Yuxarı qaradır, sonra ağ-qaradır, sonra ağdır, ağ-qaradır. Növbəti də bizdə, belə deyim, ağ-qara olmalı, yəni bir rəngdən ibarət olmalıdır. 2 dənədən bir baxsam, baxın belə ikili paylı arıcılığı kimdə? Yəni bunlar ağdır, ağ-qara, sonra qara ağdır. Burada da qaradır, sonra ağ. Növbəti yenə qara olmalıdır. Ona görə doğru cavab olacaq C variantı. Sonrasında gəlib baxıram 81-ci sualımıza. 81-ci sualımız cədvəldir. Və baxıram 2 dənə cədvəl var. Birincidə toplama əməliyyatı, ikincidə isə vurma əməliyyatını yerinə yetirib. Baxıram, yazıram B ilə B-nin cəmindən 3A alıb. Yəni 2B-miz 3A-ya bərabərdir. 2C-miz bərabərdir nəyə? B-yə. A ilə B-nin asili də 24-ə bərabər olmuş olur. İndi baxıram, B-miz əgər 2C-yə bərabərdirsə, B-nin yerinə gətirərəm, burada 2C yazaram. 2 vurulsun 2C. Yazsam nə olur orada? 4C bərabərdir nəyə? 3 dənə A-ya. Düzdür? 4C-miz əgər 3A-ya bərabərdirsə, A-nı məsələn buradan tapım. A-nı tapsam, 4C bölünsün 3 olmuş olur. A-nın yerinə 4C bölünsün 3 yazım burada. Gətirəm, yazıram. 4C bölünsün 3. B-nin də əvəzinə C-ni gətirib yazsam, baxın elə, B niyə bərabər 2C-yə? Yazıram 2C bərabər nəyə? 24-də. İndi gətirib bu əməliyyatı yerinə yetirəm.
4c vurulsun 2c olacaq 8c kvadratı. Bərabərdir. 3 vurulsun 24'ümüz də 72'dir. 8 ilə 72 ixtisar getsə, 8'in c-nin kvadratı 9'dur. Hər iki tərəfdən kök alsam, c-miz bərabər olmuş olur 3'ə. Əgər indi bizim c-miz 3'dürsə, digərlərini tapa bilərəm, düzdürmü? C əgər 3'dürsə, b neçə olur? 2 vurulsun 3, b-miz oldu 6. B əgər 6'dırsa, a neçə olur? 4. Yəni səndən də b ilə c-nin fərqini soruşurdu. B-miz 6'dır, c-miz də 3'dür. 6 çıxılsın 3 də bizə 3 verir də B variantını. Sonrasında 82-ci sualımızdır. Deyir ki, verilmiş kvadrat formalı vərəq aşağıdakı kimi qatlanıb kəsilmişdir. Kəsilmiş vərəq tam açıldıqdan sonra aşağıdakı kimi görünərsə, ən sonda qatlanmış kvadrat formalı vərəq hansı formada kəsilmişdir? Yəni sən bu vərəqi ən birinci növbədə sağdan sola doğru qatlamısan və ondan sonrasında isə yuxarıdan aşağıya doğru bu qatlanıb. İndi bu necə olub ki, açıldıqdan sonra gəlib bu formaya düşüb. İndi sən bunu axtarmalısan. O da bilirsən ki, sən sol küncündəki vərəqdir. Düzdür? Baxın, bu vərəq gəlib bizim sol küncümüzə düşüb. Çünki ən birinci növbədə sağı qatladım sola, sonra da yuxarını aşağı qatladımsa, bu vərəq sayıcıları da sol küncdür. Yəni sənin baxacağın hissə haradır? Sol küncdür. Bu formada olan hansıdırsa, o da sənin cavabın olur. Ona da baxmış olsan, C variantını oxşuyur. Düzbucaqlı, burası dairə, burası da üçbucaq. Doğru cavab olur C. 83-cü sualımızda. 83-cü suala baxsam, aşkar operatorumuzdur. Aşkar operatorunu həll edən zaman operatorun soluna, sağına baxırıq. Sol tərəfi bərabərləşdirim soluna, sağı bərabərləşdirim sağ tərəflə. A-nı, B-ni tapıb, ondan sonra isə yerinə yazmalıyım. Sol tərəfə baxsam 5A-dır. Sol tərəfə baxsam 35-dir. 5A 35'e bərabərdirsə A-nı tapa bilərəm. A bərabər olmuş olur 7'yə. Sağ tərəfə baxıram. B üstə gəl 2. Sağ tərəfə baxıram 14'dür. B bərabər olmuş olur nəyə? 14 çıxılsın 2, yəni 12. B bərabərdir 12'yə. İndi gətirərəm, burada yerinə yazarım. 3 vurulsun A-nın qiyməti 7. Üstə gəl 2 vurulsun B-nin qiyməti 12. 3 vurulsun 7. 21'dir. Üzərinə də gəlməliyəm. 24'dür. 21 üstə gəl 24'ümüzdür. Olacaq 45. Yəni doğru cavabımız olur A. 84-cü sual. Deyir, verilən hökmlərdən hansılar mütləqdir, 100% olanlar? Yağış yağdı, ətraf islandı. Yəni yağış yağır, səbəbdir, ətraf islandı, nəticə. Həqiqətən yağış yağanda nə olur? Ətraf islanır da, yəni az da yağsa, yəni də islanır. Yəni bir mütləqdir. O universitetə hazırlaşdı, o universitetə qəbul oldu. Universitetə hazırlaşıb mütləq deyil ki, universitetə qəbul olacaq, xeyr. Ola bilər kollecə qəbul olsun, ola bilər ümumiyyətlə qəbul olmasın. Yəni bu mütləq deyil. Maşının mühərriki sıradan çıxdı, maşın hərəkətsiz vəziyyətə düşdü. Bəli, bu düzdür. Əgər mühərrik sıradan çıxırsa, mühərrik dayanırsa, maşın da hərəkətsiz vəziyyətə düşür. 300. Əli mağazaya getdi, Əli özünə kostyum aldı. Ola bilər ki, Əli bəyənməsin, kostyumu almasın. Yəni mütləq deyil ki, mağazaya gedən kimi kostyumu alsın, yox. Bu 4 də mütləq deyil. 1 ilə 3'dür doğru cavabın. Bu da olur doğru cavab kimi B variantı. B. Sonrasında növbəti isə baxıram 81, 87 tipli suallarımıza. Bunu yazmaq üçün özümüzə bir dənə yer ayıraq. Deyir ki, 50, 70, 100, 120, 130, 150, 200 və 300 il ərzində ABŞ, Rusiya, Finlandiya, Yeni Zelandiya, Cənubi Amerika, Pakistan və Monqolistan ərazisində xəz, deşikli daş, duzlu tir, mirvari, malqara, metal, külçə, dəri və balıq qulağı pul kimi istifadə olunmuşdur. İndi baxın, bunları sol tərəfdən yazıram ölkələrin adlarını. ABŞ-dır, deməli Rusiyadır, sonra Finlandiyadır, Yeni Zelandiyadır, Cənubi Amerikadır, Cənubi Amerika, sonrasında Pakistandır və Monqolistandır. Deməli, yuxarıdan nələri yazıram? Əgər parametrlərin sayı çoxdursa, o zaman yazmalıyam nələri? Ümumi ad altına da bir-bir sadalamıram. Məsələn, illər veribsə, buraya yazıram il, artıq qarşısında məsələn ABŞ-a yazacaq 100, mən də yazacağam burada 100 il. Bir də yazıram nələr? Pul vahidləri, yəni pulun əvəzinə nələr istifadə olunubsa, olar. Buraya yazıram pul. İndi deməli, bizə nədir?
Bir də yazandan sonra gəlib bunların saylarına baxın. Neçə dənə ölkəmiz var? 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənəsini buraya yazmışam. Amma illərə baxsam görüm nə qədər il var. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Yəni 8 dənə il var. 7 dənə ölkə var. 8 dənə il varsa bu deməkdir ki, 2 dənə daha doğrusu il bir ölkəyə gedəcək. Ola bilər ki, orada 2 dənə pul vahidi olsun. Hərəsi 1 ili götürmüş olsun. Bəs pul vahidlərinə baxaq. Xəzdir 1, 2, 3, 4, 5, 6, 7 və 8. Baxın, burada 8. Yəni bir ölkədə 2 dənə pul vahidi istifadə olunur və illərdə onlarda 2 dənə olacaq da. Yəni bu saylara da baxın ki, bilin təkrarlanma olurmu və yaxud da necə paylanır onu biləsiniz. Deyir ki, pul yerinə ən kiçik müddətdə Yeni Zelandiyada istifadə olunan deşikli daşdır. Yeni Zelandiyada ən az müddət deyirsə, ən az müddət nədir? 50. Gətirərəm Yeni Zelandiyaya 50 yazaram. Və nə deyir? Hansı? Deşikli daş. Deməli, burada istifadə olunub daş. Pakistanda pul yerinə 1 əsir malqara istifadə olunub. 1 əsir deyirsə, 1 əsir 100 ildir. Pakistana gətirib 100 il yazıram. Və nə istifadə olunub? Malqara. Malqara. Aha, 100 də buradan çıxdım. Deşikli daşı da çıxıram. Malqaranı da buradan çıxıram. Cənubi Amerikada pul yerinə istifadə olunan 2 əşyadan biri. Baxın, Cənubi Amerikada 2 dənə əşya istifadə olunub. Biri mirvari, digəri nədir? Balıq qulağı. Mirvari nə? Balıq qulağını da yazıram. Cənubi Amerikaya. Və biri digərindən 2 dəfə artıq istifadə olunursa, biri digərinin 2 vahidi olan bizdə hansı var ədədlərdən? 150 və 300 var, düzdürmü? Yəni 150 ilə 300 də gətirib buraya yazaram. 150 və 300. 150 ilə 300 də burada getdi. Mirvari ilə balıq qulağını da bu hissədən artıq çıxmış oluram. Ki işimiz daha rahat olsun. ABŞ-da deyir, metal külçənin pul yerinə istifadə müddəti. Deməli, ABŞ-da nə istifadə olunur? Metal külçə. Aha, metal külçəni buradan çıxdıq. Aha, ABŞ-da istifadə olunan metal külçənin müddəti Finlandiyada duzlu tir olmayan əşyanın istifadə müddətindən az. Finlandiyadan az və Finlandiyada nə istifadə olunmayıb? Tir istifadə olunmayıb. Bunun üzərinə xətt çəkirəm ki, tir olmaz. Dərinin istifadə müddətindən çoxdur deyir. Deməli, ABŞ-da metal külçənin pul yerinə istifadə müddəti Finlandiyada duzlu tir olmayan əşyanın istifadə müddətindən az, dərinin istifadə müddətindən çoxdursa, deməli, bu da dərdən çoxdur. Aha. Xəz pul yerinə 2 əsr istifadə olunub. Xəz pul deməli 2 əsr istifadə olunubsa, xəz də deməli nə qədər olacaq? Olacaq 200 il. Deməli, indi baxırıq biz nəyə? İndi baxıram, mən Finlandiyaya dərini yaza bilmirəm. Çünki dəri Finlandiyanın nədir? Azdır. Düzdürmü? Dərini yaza bilmirsən. Finlandiyaya heç tirdə yaza bilmirsənsə, Finlandiyaya yaza biləcəyin sadəcə nədir? Xəzdir. Gətirərsən, xəzi Finlandiyaya yazarsan. Xəzi buraya yazdım. Xəzi buraya yazandan sonra xəz də neçə ildir? 200 il. 200 də buraya yazdım. Deməli, xəz də getdi və nə getdi? 200 ildə buradan getdi. Deməli, Finlandiya bizdə nə qədərdir? 200 imiş. Qaldı bizdə yerdə tir qalıb, dəri qalıb. Bilmirəm ki, tiri hara yazım, dərini hara yazım. Tirlə dəri ya Rusiya ya da Monqolistan olacaq. Bir də qalan, məsələn, illərdə 70 qalıb, 120 qalıb və nə qalıb bizdə? 130 qalıb. Onları da bilmirəm ki, bunları hansı hissəyə yazım. İşte, bunu bilmirəm. Ona görə də bilmirəmsə, qalır qaldığı yerdə. 85-də nə deyir? Baxıram suallara. Deyir, xəz pul yerinə hansı ölkədə istifadə olunub? Xəz hansı ölkədə istifadə olunub? Finlandiyada B variantı düz. Duzlu tirin istifadə müddəti dərinin istifadə müddətindən 50 il çox olarsa, metal külçə neçə il istifadə olunar? Metal külçə ABŞ-da da düzdürmü? Bunu soruşur bizdən. Dərinlə tir nə deyir? 50 il çox olarsa, duzlu tirin müddəti dərinin istifadə müddətindən 50 il çox olarsa, yerdə qalanlardan bizdə 50 fərq ola biləcək, 70 ilə 120-dir. Deməli, duzlu tir bu zaman 120 olar. Dərinin müddəti olar 70. Bu zaman da ABŞ-a nə qalır bəs? Metal külçədir. Yerdə bir dənə 130 qalır. Ki, ABŞ-da olar nə? 130. Bu da olacaq doğru cavab kimi Y variant. Yəni, bu sadəcə sualın özündən asılı olan bir şeydir. Da gətirib ora bir də yazmıram.
Çünki sualın özündə verilən şərt sadəcə sualın özünə aiddir. Mən onu əsas şərtə əlavə etmirəm. 87-də mətndəki məlumatlara görə hansı nəticələrə gəlmək olar? ABŞ-da pul yerinə əşya 70 il istifadə olunmayıb. Əşya 70 il istifadə olunmayıb deyir. ABŞ-da pul yerinə əşya 70 il istifadə olunmayıb. Görək bu düz ola bilərmi, yoxsa yox? 70 düzdür, bura olmaz. Niyə? Çünki bizdə yerdə qalan 70-dir, 120-dir, 130-dur. Mən əgər ABŞ-a 70 desəm, bəs dəriyə nə deməliyəm ki, dəri ondan kiçik olsun? Olmaz axı, yoxdur bizdə. Ona görə 1 düzdür. Duzlu tir yerinə Monqolistanda istifadə olunmayıb. Duzlu tir pul yerinə Monqolistanda istifadə olunmayıb. Baxıram, duzlu tir ola da bilər, olmaya da bilər. Çünki duzlu tirdə qalmışdı burada. Bir də nə qalmışdı bizdə? Baxıram, dəri. Duzlu tirlə dəri qalmışdı ki, bunları mən yazmamışam. Yəni, Monqolistanla Rusiya ola bilər. Yəni, dəqiq deyə bilmirəm ki, olunmayıb, xeyr. Metal külçə pul yerinə 130 il istifadə olunub. Metal külçə 130 ola da bilər, olmaya da bilər. Bunun haqqında dəqiq məlumat yoxdur, çünki buraya heç nə yazmamışam. Ya 130 ya da 120 olar ora. Xəz pul yerinə Monqolistanda istifadə olunmayıb. Xəz düzdür. Həqiqətən də Finlandiyada istifadə olunub, Monqolistanda istifadə olunmayıb. 4 düzdür. Rusiyada pul yerinə əşya 200 il istifadə olunmayıb. Rusiyada əşya 200 il istifadə olunmayıb. Düzdür. Niyə? 200 il istifadə olunub Finlandiyadadır. 5-də düzdür. 6-ya baxıram. Dəri pul yerinə 120 il istifadə olunub. 120 ola da bilər və yaxud da 70 də ola bilər. Yəni, mən bura 120 desəm, bura 130 deyərəm, problem yoxdur. Yox, əgər bura 70 desəm, bura 120 və yaxud da 130 olar. Yəni, əsas doğru cavabın olur 1, 4, 5. O da olur A variantı doğru cavab kimi. Sonrasında növbəti baxıram mən 88-90-cı suallarımıza. Deyir ki, A, B, C, D, Y, F, G, H bu adlı şəxslər harada yaşayırlar? Eyni bir binanın 1-dən 8-ə qədər olan nömrəli mənzillərində yaşayır. Onlardan 5-i müəllim, 5-i deyəndə 5-i müəllim yox, daha doğrusu onların peşələri verilir. Müəllim, vəkil, jurnalist, stomatoloq və tərcüməçi vəzifələrini çalışır. Qalan 3 nəfər isə tələbədir. Yəni 5 nəfər işləyirlər, 3 nəfər isə tələbədir. Məlumdur ki, 4, 5, 7 nömrəli mənzillərdə yaşayanlar tələbədirlər. Yəni 4-də də mən tələbə yazıram. 5-ə də tələbə yazıram, 7-yə də tələbə yazıram. F və A eyni mərtəbələrdədir. B-nin yaşadığı mənzilin nömrəsi F-dən, D-nin yaşadığı mənzilin nömrəsi isə A-dan 2 dəfə böyükdür. B-nin yaşadığı mənzilin nömrəsi F-dən 2 dəfə böyükdürsə, B nəyə bərabərdir? B bərabərdir bizdə 2F-ə, düzdür? D-nin yaşadığı mənzilin nömrəsi də A-dan 2 dəfə böyükdürsə, D də bərabərdir nəyə? 2 dənə A-ya. İndi baxıram. Sonra nə deyir bizə? J-nin mənzil nömrəsi H-ın mənzil nömrəsindən kiçik, Y-nin mənzil nömrəsindən böyükdür. J-nin nömrəsi deməli H-ın nömrəsindən kiçik, Y-dən böyükdür. C isə stomatoloqdur. İndi baxmalıyam mən burada. Diqqət yetirəm bu hissəyə. F ilə A eyni mərtəbədədir və onlardan 2 dəfə böyük B ilə D olmalıdır. Mən F ilə A-nı bu hissəyə yaza bilmərəm, 1-dən 2-yə. Niyə yazmıram? Çünki elə F-in 2 qatı A-nın özüdür. Bir-birləri ola bilməz. Çünki mən F-in 2 qatına B demişəm axı. Gərək bura B-ni silin, B-ni yazın. Bu zaman düz olmur. Çünki F ilə A bir yerdə olmalıdır. F ilə A-nı sən burada yaza bilmərsən. Səbəb nədir? Çünki 5-in 2 qatı nədir? 10-dur. Gərək burada yuxarılarda bir yerdə olsun. Orada yaza bilmirsən. Yəni F ilə A-nı sadəcə yaza biləcəyin hissə nədir? 3 və 4. Ya F-ə 3 deyərsən, 4-ə nə deyərsən? A-ya nə? 4-ə deyərsən A. Bura F olsun, bura A olsun və yaxud da əksinə. Bura A desən, bura F deyərsən. Yəni bunlar özləri arasında yerlərini dəyişə bilərlər. Əgər F 3-də olarsa, B bu zaman 6-dadır. D bu zaman 8-dədir. Və yaxud da əksinə olarsa, D 6-da, B 8-dədir. Bunu da yazdıq. Sonrasında nə deyir? Jurnalist cüt nömrəli mənzildə yaşayır. Jurnalist deməli 2-də ola bilər, 6-da və yaxud da 8-də ola bilər. Niyə 4 demədim? Çünki 4-dəki tələbədir. Ya A-dır, ya da F-dir.
Sonra nə deyir? J-nin mənzilinin nömrəsi H-ın mənzilinin nömrəsindən kiçik, Y-nin mənzilinin nömrəsindən böyükdür. Yerdə qaldı Y, J, H. Nömrələrdən də qalıb bizdə 1, 2, 5, 7. Yəni tələbədə amma ki adlarını bilmirəm ki hansıdır. İndi baxmış olsam nəyə? 1, 2, 5, 7-dirsə bunları da mən necə düzə bilərəm? S-də stomatoloqdur. S əgər stomatoloqdursa artıq başa düşürsən ki 7-yə və 5-ə sən S-ni yaza bilmərsən stomatoloqu. Bunlar tələbədə axı. Yəni S-ni yaza biləcəyin yer ya 1-dir ya da 2-dir. Ya bura yazarsan və yaxud da bura yazarsan. 1 ilə 2 əgər S-dədirsə sən konkret bilirsən ki H-a 7 yazacaqsan. J-yə yazacaqsan 5. Y ya 2 olar ya da 1 olar. Eğer S 1 olarsa Y bu zaman 2 olacak. Yox eğer Y 2 olarsa S bu zaman 1 olacak. Yani Y ile S de burada öz aralarında yerlerini dəyişə bilərlər. H bildim ki dəqiq 7'dir. J'ni də bildim ki nədir? Dəqiq nədir? 5'dir. Все. Bunları da yazdım. Amma elə ki bunların nə işləyirlər bunlar haqqında məlumat tapa bilmirik. Baxıram buna görə suallara. Deyir hansı variantda göstərilən şəxslərin hamısı tələbələr ola bilər? 100% bilirsən ki, tələbələr H-la J-dir. H-la J-nin olduğu variantda baxın D variantıdır. Və burada da nə göstərib? A-nı göstərib. Mən də bura A-nı nef yazmışam axı. A-nı nefdən hər hansısa biri nədir? Tələbədir. D variantında problem yoxdur, ola bilər. 89-cu sualda problem var. Çünki burada şəxslərin peşələri haqqında bir məlumat bilmirik biz. Ona görə 89-cu sual qalır. 90-cı sual deyir ki, mətnə əsasən aşağıdakı mülahizələrdən neçəsi mütləq doğrudur? Neçəsi mütləq doğrudursa gəlin baxaq. 4 nömrəli mənzildə yaşayan şəxs jurnalistdir. Xeyr, bu mütləq səhvdir. 4 nömrəli şəxs nədir? Tələbədir. 4 getdi. J ilə D eyni mərtəbədə yaşayırlar. G ilə D eyni mərtəbədə ola da bilər, olmaya da bilər. B olsa bu zaman G ilə B müxtəlif mərtəbədə olacaqlar. Bunu sən mütləq düz kimi götürə bilmirsən. H və B müxtəlif mərtəbələrdə yaşayır. H ilə B müxtəlif mərtəbədə ola da bilər və yaxud da olmaya da bilər. Bunu da bilmirik. S ilə Y eyni mərtəbədə yaşayır. Bəli, bu 100% doğrudur. Y ilə S öz aralarında yerini dəyişə bilərlər. Bu mütləq doğru. A və C-nin mənzillərinin nömrələri cəmi B-nin mənzilinin nömrəsindən kiçikdir. B-nin mənzilinin nömrəsi ya 6-dır ya da 8-dir. B ya 6-dır ya da 8-dir. A ilə C-nin A-nan, C-nin, A-nın ola bilər 3 ilə 4, C-nin ola bilər 1 ilə 2. İndi gəl baxaq görək cəmlər B-nin mənzilin nömrəsindən kiçikdirmi yoxsa yox? B-nin nömrəsi deyək ki 6-dır. Amma sən gəlib baxsan görərsən ki A-la C-yə 4 ilə 2 desən bu zaman bərabər olacaq, kiçik olmayacaq. Amma məsələn 3 ilə 1 desən və yaxud nə bilim 3-2 desən bu zaman kiçik olar. Amma bərabər olduğu versiya da var. Yəni mütləq sən doğru deyə bilmərsən. Ona görə bu axırıncı da getdi. Sadəcə biri doğrudur. Ümumiyyətlə neçəsi say olaraq soruşursa çox vaxt biri cavabı çıxır. O da olur doğru cavab kimi A. Gəlib baxıram 91-ci sualımıza. Deyir ki, verilmiş şəklin üzərində yalnız sətir və sütunlar üzrə keçən öz-özü ilə kəsişmələrin bütün qara və boz xanaları birləşdirən qapalı sınıq xətt çəkin. Aha. Deməli, xətti istənilən A xanadan keçə bilər. Xətt boz xanadan düz keçməli, yəni bozlarda sınmamalıdır, dümdüz keçməlidir. Lakin ya əvvəlki ya da sonraki xanada 90 dərəcə dönməlidir. Məsələn, buradan əgər düz keçirmişiksə, ondan sonraki xanada mütləq şəkildə sınmalıdır, 90 dərəcə dönməlidir. Xətt qara xanadan isə 90 dərəcə dönməli, təkrar bu xanadan keçəndən sonra növbəti bitişik xanaları dönməməlidir. Yəni sən əgər qarada bunu 90 dərəcə fırlatdınsa, ondan sonrakilarda sındırmalı deyilsən, düz keçməlidir. Sınıq xətt deyir hansı xanalardan keçə bilməz. İndi gətirib bunu nə edirəm? Məsələn deyək ki, bozlardan düz keçməlidirsə əgər, bozlardan düz keçirək bunu. Bax belə. Bozdan sonrasında sınmalıdır axı, düzdürmü? Bozdan sonra gətirdim bunu 90 dərəcə fırlatdım. Sonra bu bozdan əvvəl də 90 dərəcə bunu fırladıram çünki bu hissəsindən düz keçməlidir. Da burada dönməli deyiləm də mən. Düz keçdi. Gəlib bu bozdan sonra da yenə sındırmalıyam mütləq şəkildə. Ondan əvvəl sınmayıbsa ondan sonrası sınmalıdır. Sındı mı? Sonrasında gəlməlidir necə? Gəlməlidir. Bunu elə ki saxlayıram. Gəlin baxaq bu hissəyə. Və bunu da gətirirəm. Qarada 90 dərəcə dönməlidirsə, qarada 90 dərəcə döndü və ondan sonra sınmalı deyil. Bozdan düz keçməlidir. Bozdan sonra da mütləq şəkildə nə etməlidir? Sınmalıdır. Əvvəl sınmayıbsa sonra sınmalıdır.
Sonrasında indi bu bozdan da mən düz xətt keçirməliyəmsə, gətirirəm bunu belə fırladıram bax buradan. Bozdan əvvəl sındırıram və baxın 90 dərəcə keçir və bozdan düzdür. Aha. Bozlardan da mütləq şəkildə düz keçməlidirsə, bozlardan düz keçirdik. Və bu bozxanadan sonra mütləq şəkildə sınmalıdır. Sınmalıdırsa əgər bunu çevirdik. Baxın gətirdim burada birləşdirdim. Всё. Belə bir qapalı xətt alındı. Qapalı sınıq xətt alındı sizdə. Və hansı xanalardan keçə bilməz deyirsə, 2-dən keçmədi. 8-dən, 5-dən və 9-dan. Yəni 2, 5, 8 və 9 olur bizim cavabımız. 92-ci sualda. Baxıram, eyni hərflər eyni rəqəmlərə, müxtəlif hərflər isə müxtəlif hərflərə uyğundur. Və sual əvəzinə hansı ədəd yazılmalıdır? Bizdən bunu soruşur. İndi baxmış olsam nəyə? Baxıram, Q-nü birinci R, A, Q, I, F-ə vurmuşam. Belə bir 5 rəqəmli bir ədəd almışam. Sonrasında isə bu həmin ədədi I-yə vuranda belə bir 5 rəqəmli bir ədəd alıb və cəmləyib alıb 6 rəqəmli bir ədəd. Əgər vurma hissəsindən bir şey başa düşə bilmiriksə, gəlib baxırıq toplama hissəsinə. 8 burada olduğu kimi gəlib aşağı düşüb. 7-nin üzərinə i-ni gəlib 9 almışamsa, i neçə imiş? 2 imiş. i-yə gətirdim 2-ni yazdım. Sonrasında artıq baxmış olsam nəyə? i-yə gətirib 2 yazandan sonra i burada da 2-dir. Aha. Q-nü mən F-ə vururam, sonra 8-lə bir dənə də alıram. Sonra Q-nü 2-yə vurub, hər hansı bir yadda qalanda gəlib 7 alıram. 7-yə yaxın bir ədəd almaq üçün 2-ni mən nəyə vuraram? Deyirəm ki, vuraram 3-ə. 2 vurulsun, 3 6 olsun, 1 yadda da qalsın, 7 olsun. Düzdür? F-i sən 3-ə vurub 8 almışsansa, yəni sonu 8-lə bitən bir ədəd alırsan. Deyirəm axı 1 yadda qalsın, 6-nın üzərinə 1 yadda da gəlim 7 olsun. Yəni demək ki, burada 18 imiş. 18 isə bu da F dolar nə? 6. F-miz 6-dır. Q-müz də nədir? 3-dür. Q-müz də 3-dür. Aha. Sonrasında baxmış olsaq nəyə? Q də burada 3-dür. Aha. 6 vur 3, 18, 8 yazdım, 1 yadda. 2 vur 3, 6, üzərinə 1 yaddanı gəldim, 7 yazdım. 3 vurulsun 3-ümüz də 9 olmalıdır. Yəni T-miz də oldu nə? 9. Ki onsuz da burada T-ni 9 tapdıq. Aha. T-ni də bura gətirib 9 yazıram. Sonrasında baxmış olsam nəyə? 3-ü sən A-ya vurub sonu 1-lə bitən bir ədəd almışsansa, bu ancaq 7 vurulsun 3 alındadır ki, sonu 1-lə bitsin. Gətirdim bura 1 yazdım. Sonrasında yenə də toplama hissəsinə gəlib baxmış olsam nə görərəm? Sən 9-un üzərinə B-ni gəlib 4 almışsansa, B 3 olmalıdır ki, üzərinə 9-u gəlsən, son 4-lə bitən bir ədəd alasan, B 5 olmalıdır ki, 9 deyil, 5 14 olsun. 4 yazdım, 1 yadda. 1 üstəgəl 6 7-dir. Üzərinə 1 gəlsən 8-dir. B-mizdəki nə idi? 5 idi. İşte. Burada da indi R-imiz neçə olmalıdır? 7 üstəgəl 2, 7 vurulsun 3 daha doğrusu 21. 1 yazdın, 2 yadda qalır. Düzdür. Sonrasında R-imiz də gərək 1 olsun ki, 1'i mən 3'ə vurum 3'dür. Üzərinə 2'ni gəlin 5 olmuş olsun. Və R, A, Q, I, F'in cəmini soruşur bizdən. R'imiz oldu 1, A'mız oldu 7, Q'miz oldu 3, İ'miz oldu 2, A'mız oldu, F'miz oldu 6. Bunların da cəmi olacağı bizdə 19. Belə. Baxıram 98-ci sual. 98 sudokudur. Sudokunun qaydası nə deyir? Ədədlər verir. 1, 2, 3, 4, 5, 6. Bu ədədləri deyir sətrə və sütuna, həmçinin sərhədlənmiş, baxın, yəni qara, qalın xətlə sərhədlənmiş fiqura, yəni kvadratın daxilinə elə yerləşdir ki, burada ədədlər üzrə təkrarlanma baş verməsin. Nə sətr, nə sütun üzrə, nə də ki, sərhədlənmiş hissədə ədədlər təkrar olunmasın. Və bizdə, baxın, bu sual işarəsinin yerində dayanan ədədi soruşur. Çoxluq harda varsa, çox olan ədəd harda varsa, ilk olaraq oradan başlayın. Və yaxud da çox yazılan ədəd, hansı ədəd varsa, ilk olaraq oradan yazmağa başlayın. Məsələn, baxmış olsam mən nəyə? Görürəm ki, bir çox sütunda blokun daxilində 1 var. İndi mən bu birlərdən getmək istəyirəm. Məsələn, bu sütuna baxın, sual işarəsinin olduğu sütuna. 5, 3'ü, 5'i, 4'ü yazmışsan, səndə nə yoxdur? 2 yoxdur, 1 yoxdur və 6 yoxdur. İndi baxın bu 1'ə. Boş xanaların da bulardı, bir də bu da sual işarəsinin olduğu yer. Sən təbii ki, bu boş yerlərə gətirib 1'i yaza bilməzsən. Niyə? Çünki blokda var. Yəni sən buraya əgər 1'i yaza bilmirsənsə, 1 mütləq şəkildə bu üstündə olmalıdır, düzdürmü?
Sadəcə gətirib araya yazmalısan sual işarəsinin yerinə. Doğru cavabın olur nə? 1. Növbəti. Gəlib baxıram 94-cü sualımıza. 94-cü sual deyir ki, aşağıdakı 5 fiqurdan hansılarını bir növün eynilərinin yanaşı düzlükdə 64 xanalı, yəni 8-in 8-ə şahmat taxtası alınır. Fiqurlar sadə əqrəbin hərəkəti və əksi istiqamətində fırlana bilər. Bu tipdə sualları necə həll edirik? Əgər bu fiqurun eynisinin əksi, 180 dərəcə döndərilmiş əksi bunu tamamlayırsa kvadrata, bu zaman bu sənin doğru cavabın olur. Yəni necə? Bu fiqurun 180 dərəcə çevrilmiş forması gəlib belə düşür. Yəni bunu buna birləşdirəndə gəlib bu düzbucaqlı formasında birləşirsə, buranı əhatə etdi. Yaza bilərsən. Yəni 1 götürürəm. Amma sən 2-ni fırlatsan 180 dərəcə. Fırlatmış olsan, gəlib belə düşür. Sənin burada boşluqların qalır. Yəni bunlar artıq bir-birini tamamlamır. Hansının ki 180 dərəcəsi bir-birini tamamlayırsa, o cavablar sənin doğru cavabındır. 2 getdi. 3-ə gəlib baxırsan, 3-ün 180 dərəcə fırlatsan, gəlib bax bunu burada tamamlayır. Burada problem yoxdur. Baxın, bu bunu gəlib tamamladı. Yəni 3-ü də götürə bilərsən, bu da bir kvadratdır. 4 gəlib tamamlamır. 4-ü sən çevirmiş olsan, gəlib buna birləşdirsən. Digərləri boşluq qalır axı. 4-də olmaz. Həmçinin heç 5-də olmaz. 5-də də yenə də kənarlarda boşluq qalacaq. Doğru cavabın olur 1-lə 3. 1. Gəlib baxıram 95-ə. 95 isə futoş 2-dir. 1, 2, 3, 4 ədədlərini elə yerləşdirməliyik ki, yenə də sətir və sütun üzrə təkrarlanma olmamalıdır. Sadəcə burada böyükdür, kiçikdir işarəsinə yerinə yetirməliyik. Yəni burada nəzərə yetirməliyik. İndi baxıram mən nəyə. Məsələn, bu sətrə gəlib baxsam, görərəm ki, 3 dənə xana bir-birindən birləşib. Böyükdür işarəsinə. Amma bilmirəm ki, hara 4 yazım, hara 3, hara 2, hara 1 yazım. İndi gəlib baxmış olsam. Məsələn, mən bu 4-ü bu sətirdə görmək istəyirəm. Sən bu 4-ü buraya yaza bilməzsən, səbəb nədir? Çünki 4 içindən kiçik deyil. Sən bu 4-ü burada yaza bilməzsən, 4 içindən kiçik deyil. 4-ü burada yaza bilməzsən, 4 içindən kiçik deyil. 4-ü yaza biləcəyin sadəcə hissə nədir? Bax bu hissə. 4-ü gətirdin, oraya yazdın. 4-ü oraya gətirib yazandan sonra, bir dənə bu cədvələ baxın, baxın bu xanalara. 3-ü bir-birinə böyükdür işarəsindən birləşiblər. 4-dən başqa buraya yaza biləcəyin nə var? 3 yazarsan, 2 yazarsan, 1 yazarsan. Düzdür? Gətirərsən 3-ü bura, 2-ni bura, 1-i bura yazarsan. 4-ü, 3-ü, 2-ni yazardan sonra burada nə çatışmır? 1-də gətirib, baxın bu hissəyə yazarsan. Sonrasında artıq biz baxmalıyıq nəyə? Məsələn, bu sətrə baxsam, bura mən 1-i yerləşdirmək istəyirəm. 1-i təbii ki, mən bura yerləşdirə bilmərəm. Niyə? Çünki üstündə var. 1-i sən burada yerləşdirə bilməzsən, 1 içindən böyük deyil. 1 ona görə gəldi düşdü bu hissəyə. 1 ora gəldi düşdüsə, bu sətirdə sadəcə 1 yoxdur. 1-i mən buraya yaza bilmirəm, üstündə var. 1-i buraya yaza bilmirəm, üstündə var. 1 gəlir düşür bu hissəyə. Sonrasında, burada nə yoxdur? 3-lə 2 yoxdur. 3-lə 2 necə yaza bilərik? 3-ü buraya yazaram, 2-ni buraya yazaram. Sonrasında, baxmış olsam, mən nəyə? Birinci sətrə baxsam, məsələn, mən bura 2-ni yazsam, 2-dən kiçik bizim nəyimiz var? 1-imiz. Amma 1-i də buraya yaza bilmirəm, səbəb nədir? Çünki təkrarlama baş verir. Ona görə mən bura 2-ni yaza bilmirəm. 2-ni heç burada yaza bilmirəm, çünki üstündə var. 2-ni yaza biləcəyim yer buradır. 2-ni buraya yazdımsa, burada yoxdur 3-dən 4. Kiçikdir şərti ödənsin deyə 3-ü buraya yaz, 4-ü buraya yaz. Üstünə baxsam, 3-ü, 1-i, 2-ni yazmışam, 4 çatışmır. Sətrə baxsam, 2, 1, 4-ü yazmışam, 3 çatışmır burada. 4-ü, 3-ü, 1-i yazmışam, burada 2 çatışmır. 3, 1, 2-ni yazmışam, burada nə çatışmır? 4 çatışmır. İndi bizdən soruşur AB, BC fərqini, AC-nin cəmini görək hansılar uyğundur. A-mız deməli 1-dir. B-miz də nədir? B-miz 4-dür. 1 ilə 4-ün cəmi 5. Yəni 1-ə uyğun oldu bizdə Y variantı. 2-yə baxıram. B ilə C-nin fərqi. B ilə C-nin fərqidirsə B 4-dür. C-miz də 3-dür. 4 ilə 3-ün fərqi 1. Deməli 2-yə 1 uyğundursa, o da olacaq A variantı. 3-ə baxıram. A ilə C-nin cəmi. A-mız 1-dir. C-miz isə 3-dür. 1 ilə 3-ün cəmi də 4 olur. 3-ə də gedir D variantı. Yəni 1-ə Y, 2-yə A, 3-ə də D. Bu qədər əziz tələbələr. Ümumi sınav 3 imtahanının
izahının sonuna gəldik. Ümid edirəm ki, hər biriniz üçün faydalı bir video izah olmuşdur. Hər birinizə uğurlar.